Tamam yoldaşlar, başlayaq dərsimizə. Demək, keçən dəfə evə vermişdim ki, hər kəs VirtualBox-ı və Kali Linux'u qursun. Daha doğrusu yükləsin. Hamı yükləyibdimi? Hamının kompüterində varmı? Quranlar varmı bəs? Var quranlar. VMware istifadə edənlər var. 1, 2, 3, 4, 5, 6 nəfər VMware istifadə edir. Tamam. Problemi olanlar var qurulmada zadda. Problem yaşayan var. Aha, nədir səndə? Wi-Fi görmür. Yaxşı, baxarım. Kimdə problem varsa göstərəm. Qurmayan var bəs, qurmayanlar, yükləyənlər prosto. Tamam. İndi mən sizə göstərəcəm, həm Kali quracağam, həm VirtualBox-ı quracağam. Ondan sonra başlayaq komandlarından öyrənməyə, həm qısa yollardan öyrənməyə. Amma onu öyrənməmişdən əvvəl bir dənə qısa sual-cavab edək. Keçən dərsdə keçdiyimiz bəzi xırda-para bir şeylərdən soruşum, ondan sonra başlayaq artıq qurulumunu eləməyə. Kim mənə deyər? Bir antivirus proqramı zərərli proqramı hardan bilə bilir ki, zərərlidir? Atilla. Bir antivirus hardan bilə bilir ki, bir proqram zərərlidir yoxsa yox? Nəyə əsasən analiz edir onu? Birini səndənə. Aha. Bilmirsən? Baxmamısan dərsə? Yaxşı. Dərsə bir dənə baxanlar əlin qaldırsın zəhmət olmasa. Baxmamısan dərsə? Bəs? Prosto baxmısan. Yəni, prosto baxmışam nə deməkdir? Yəni, bilmirəm, prosto evə baxmışam, yoxsa? Yox, baxmışam. Bilmirəm, baxmamıza baxacaqsan. Atilla, sən baxmamısan mı dərsə? Yoxsa baxmısan mı dərsə? Baxmışdı. Baxmışdı nə məstəm o. Bəs, sonuncu dərsi baxmısan. Amma suala cavab verə bilmirsən. Yox, indi suala cavab verəməmək ola bilər. Əlbəttə ki, mən sənə demirəm ki, suala cavab vermək ola bilməz belə bir şey. Sadəcə maraqlı niyə verə bilmirsən? Baxmamısan deyə verə bilmirsən, öyrənməmsən deyə verə bilmirsən. Verənmirsənsə niyə verənmirsən? Niyə baxmamısan və yaxud da öyrənməmsən? Səbəbi nədir? Səbəbi də maraqlıdır mənə. Nədir səbəb? Atilla. İstədiyin formada getmir hələ ki. 3.5 mənfi. Təbriz, cavab ver. Aha. Ona görə mən bu zərərli yoxdur. Yəni, biz oraya yükləyəndə onun bir unikal nəşi olur, onu çıxarır. Ondan sonra mən edir ki, bu zərərli. Yaxşı, yəni signature based detection var, düzdürmü? Bu bir. Əli? Signature-dan başqa cloud based olur, bir də AI based olur. Cloud based nə edir? Cloud based virtual halda virus. O cloud based antiviruslardır. Hansı ki, cloud-da işləyən antiviruslardır, düzdürmü? Misal virus totaldakı olanlar və s. Mən soruşum sırf detection-ını ki, hansı formalarda edə bilir. Birinin dediyi imzasına görə. Nəşrə? Antimalware interface var. Belə şeylər falan müraciət edəndə orada yəni, davranışına görə demək istəyirsən? Yox, sırf antimalware davranışına görə başqa olur. Antimalware neyini? Sırf PowerShell-a müraciət edəndə deyir ki, bu zərərlidir. Yaxşı. Aha. Buyur. Birinə səndin. Sən. Bəli. Davranışına görə. Neyini davranışına görə? Hər hansı bir fərqli bir davranış. Misal üçün, necə fərqli bir deyəndə? Aha. Yaxşı, başqa? Bəli, sahib. Başqa proqram inject edirsə və kod strukturunu yoxlayır. Aha. Bundan sonra əgər şəxs məlumatlarına giriş imkanı istəyirsə, statik şeydə şübhəli ola bilər. Düzdür. Neçə cür skan gedir? Bir zərərli proqram neçə cür skan eləmək olur? Neçə cür skan eləmək olur?
Hansı formada skan edib, onun zərərli olmadığını bilir. Ümumi skan edir. Əvvəlki viruslarla əgər üst-üstə düşürsə, Bir eləyir statik, bir də dinamik. dinamik. Düzdürmü? Statik dediyimiz kimi heçinə baxır, ona baxır, buna baxır. Xəyallarınızın maşını artır. Ben atmışam da qrupa. Tamam, onu şeyde de. Sen bir tane yapıştırdın. Ya bir de mən yazdım. Sen sloganları yapıştın. Bakalım. Ha, bir statik analiz var idi, bir de dinamik analiz var idi, düzdürmü? Statik analiz sırf onun heçini və sair götürüb yoxlayırdı. Dinamik analizdə sandbox mühitində demişdik ki, onun funksionallıqlarına, davranışına baxırdı və ona əsasən yoxlayırdı. Görək nə var, nə yox. Yaxşı uşaqlar. Kübra. Əmələ sistemi interfeysinə görə necə cür olur? Mən deyim, iki cür olur. Hansılar olur Kübra? Dedim axı sən dərslər. Hələ nümunə də göstərdim ki, bax bu əməliyyat sistemi buna misaldır. O əməliyyat sistemi buna misaldır. Çox sadədir. Bilənlər əlin qaldırsın. Əməliyyat sistemi interfeysinə görə neçə cür olur? Kübra, yoxdur cavabın? Ay Kübra, ay Kübra. Oy da Kübra, mənfi 8 nədir? Mən sənə demişdim bugün gətirə bilsəm yazmayacağam. Gətirdin? Gətirdin. Sənlə biz danışmalıydıq deyirsən. Bugün, yaxşı danışarıq. Atilla. Əməliyyat sistemi interfeysinə görə neçə cür olur? 2 cür olur. Hansılar idi? Aha, nə user interface? Başında nəsə var idi. Zaten 2 cür user interface var da. Biri freshman cür, biri freshman cür. Biri hansı user interface, o biri hansıdır? Atilla. Belə eləsən şimdi çətin olacaqdı. Mənfi 4.5 Atilla. D. Mustafa. Grafik bir de bütün terminalları. Biri CLI idi, biri grafik user interface. Bəli, command line interface ilə grafik user interface olur uşaqlar. Yaxşı. Keçək indi karimizi qurmağa, VirtualBox-ımızı yükləməyə uşaqlar. Demək, qurmayanlar üçün qururam. Baxarlar buradan qurarlar zəhmət olmasa. Quranlar varsa lap gözəl, heç nələməyə ehtiyac yoxdur. Sadəcə baxın görün məndən nəyisə fərqli eləmsinizsə, düzəldərsiniz o hissəni ki, sonra problem olmasın sizdə. Tamam mı? Birincisi VirtualBox-ı qurmaq lazımdır uşaqlar. VirtualBox-ın məndə setup'ı var. Məndə biraz köhnə versiyasıdır VirtualBox-ın, amma bunun heç bir fərqi yoxdur. Yəni tez olması və yaxud da köhnə olması ilə əlaqəli. Demək, burada VirtualBox 7.1.0 var. Bax, mənim bu exemdir, setup exemdir. Birinci bunu runlayırsınız. Qurulumu çox sadədir. Yes-i bastıq. Next, next, install, next dedik və salam. Çıxır belə bir yer. Buradan next. Buradan istəsəniz location hissəsini dəyişə bilərsiniz. Zəhmət olmasa diqqət edin, mütləq şəkildə. Əgər yüklədiyi yerdə sizin disk yeriniz azdırsa, yəni gigabyte azdırsa, oraya yükləməyin. Misal üçün deyirəm. Browser elədiniz, bax gəldiniz, buradan baxdınız. Gördünüz ki, C diskində var 10 GB, D diskində var 100 GB. Gedin D diskinə yükləyin. Çünki bunun üstünə kalenda quranda və yaxud da başqa bir maşında qursanız bir rahat 20-30 GB gedəcək. Yəni bu demək ki, dirənəcək avtomatik və kalend açılmayacaq sənin. Ona görə maksimum çox olan yer hardadırsa, ora yükləyin ki, bu kalenda işləndikcə data yığılır orada gigabaytlarla və bir müddətdən sonra kalenin o həm tutumu da ola bilər, həm də diskivi doldura bilər. Disk doldursa kale açılmayacaq. Gərək silib başqa yerə köçürəsiniz. Tamam mı? Bu məsələ var. Ona görə misal üçün mən C diskini olduğu kimi saxlayıram, amma siz istəməsəniz buradan gəlib D diskinə və yaxud da başqa bir yerə yükləyə bilərsiniz uşaqlar. Tamam mı? Məndə C-də, program filesdə, Oracle-da VirtualBox olaraq qalır. Deyirəm next, yes, yes, next, install və salam. Gözləyirsiniz, bu yüklənir, qutarır. Hazırdır.
Bax edin. Vəssalam uşaqlar. Finish'i bastıq. VirtualBox-ımız hazırdır və VirtualBox-ımız açılacaq. Əgər əvvəlcədən yükləmişsə sahib, qalıb fayllar zət qalıb sənəsə ona görə ola bilər. Onda olmamalıdır. Okey, bax bu da bizim VirtualBox-ımız uşaqlar. Sizdə əlbəttə ki, buradakı şeylər olmayacaq. Kali Linux, Millisec, nə bilim nə, Windows bunlar olmayacaq. Bunlar mən sonradan yüklədiyim şeylərdir. Ümumiyyətlə hər hansı bir server olmayacaq sizdə. Bu dəqiqə Kali yükləmişsə maksimum Kali ola bilər içində. Başqa da hər hansı bir şey olmayacaq. Bunu eləyəndən sonra uşaqlar, sizin eləməli olduğunuz şeyə yazıcı gəlsə demişdim, bir dənə də extension pack var. Onu yükləmək lazımdır. Extension pack'i qurmaq lazımdır bura. Onda fayla gəlirdik. Buradan Tools, Tools'dan da bax Extension Pack Manager var. Bunu eləyirsiniz. VMware üçün Extension Pack zad yoxdur uşaqlar. Yəni yükləməyə də ehtiyac yoxdur. Extension Pack'e gəldik. Burada sizdə olmamalıdır bu. Mən qurmuşam deyə var. Install edeyim. Bax sizdə belə boş olmalıdır. Install basırsınız. Gedirsiniz. Extension Pack'e hara yükləmişsiniz sonra. Misal üçün məndə downloaddadır. Görürsünüz, bax belə bir yaşıl bir şeydir. Oracle, VirtualBox, Extension Pack. Seçdiniz. Open'ı bastınız. Buradan da install deyirsiniz. Düşürsünüz aşağı. I agree deyirsiniz. Bunun şərtlərinə razı olursunuz. Və salam. Extension Pack'iniz buradadır. Hazırdır. VirtualBox-ınızı tam hazır şəkildə qurmusunuz uşaqlar deməkdir bu. Bundan sonra artıq gedib üstündən istənilən maşını qura bilərsiniz. VMware, Kali Linux olsun, Windows olsun fərqi yoxdur. Nə istəsəniz qura bilərsiniz. Yaxşı, onu necə qururuq? Onu qurmaq üçün burada machine hissəsi var. Machine'dən new və yaxud da add basa bilərsiniz. Amma mütləq şəkildə yüklədiyiniz maşın zipin içindən çıxmış olmalıdır. Əgər ziplidirsə, arxiv faylıdırsa, siz onu qura bilməyəcəksiniz uşaqlar. Çünki arxiv faylını görmür. Tamam mı? Mən bunu buradan silirəm. Bir dəqiqə bunu sileyim. Aha, düşdüm aşağı. Bax burada Kali Linux 2024.3 VirtualBox AMD 64 7Z var. Bax bu 7-zip faylıdır uşaqlar. Zip faylıdır yəni. Arxivdir. Sağ düymə basıb extract all deyib də çıxarda bilərsiniz və yaxud da open eləyə də bilərsiniz. Open viz eləyə bilərsiniz. Arxiv faylı nə var sizdə? WinRAR, zip, tar, nə bilim 7-zip. Hansı varsa ondan açın bunu. Məsələn, WinRAR-dan açdım. Tamam mı? O belə bir şey gəldi. Zipdən bunu çıxartmaq üçün götürüb, belə sürüşdürüb çölə buraxa bilərəm. Bu bunu zipdən çıxardacaq, tamam mı? 10-15 GB-lıq bir şey çıxmalıdır. Və yaxud da dediyim kimi, gəlib buradan extract to eləyib, direkt istədiyiniz bir yerə, istədiyiniz adla çıxarda bilərsiniz. Misal üçün, mən bura deyirəm Kali Linux 2024 olan hissəsi istəyirəm, sırf Kali Linux papkası adı ilə çıxartsın. Okey, bastım. Hal-hazırda extract eləməyə başladı. 100% dolan kimi extract bitəcək. Və zipi çıxartmış olacaq. Uşaqlar. Və burada görürsünüz Kali Linux adında bir dənə papkam var. Və bu Kali Linux papkasına girəndə bunun içində 2 dənə faylı var. Kali Linux göy rəngdə olan kubik, Kali Linux VBox faylı, Kali Linux'un narıncı rəngdə olan kubiki, o da ki VDI faylıdır. Sizə lazım olan bu VBox faylıdır. Yəni bunu üstünə 2 dəfə tıklandınızsa, avtomatik gedir, VirtualBox-a düşür hazır şəkildə. Bax üstünə 2 dəfə klikləyirəm. Vəssalam. Gəldi və bura bu formada düşür. İndi məndə əvvəlcədən var deyə xüsusi bir də təzəldən hər hansı bir şey düşmür, amma bu formada olur. Aydındır, bu ən rahat qurulumu budur. Buradan da eləyirsiniz eyni şey machine, machine'dən gəlirsiniz add, gedirsiniz Kali'nin içinə, girdiniz, bu VBox'u seçdiniz, 2 dəfə bastınız, gəldi bura düşdü. Düşəcək bura qutardı getdi. Kali Linux'unuz hazırdır. Vəssalam. Ondan sonra istəsəz sistem parametrlərini dəyişərsiniz. Nə bilim, RAM-ını artırarsan, CPU-sunu artırarsan, nə bilim, şəbəkəsini dəyişərsən, indi göstərəcəm onlarda. İstəməzsən direkt startı var, başlat. Tamam. Amma yazıcı saxlayın. Start vurub maşını başlatdığınız halda RAM-ı zad dəyişmək olmur. Tamam, gərək söndürəsiniz, RAM-ı, CPU-nu dəyişmək istəyirsinizsə, oradan dəyişəsiniz. Okay? Əgər arxivatorunuzda yoxdursa, gedib internetten WinRAR yükləyə bilərsiniz uşaqlar. WinRAR download edib, gedib bunu yükləyin. 5-10 MB-lıq bir şeydir. 3 MB-lıq bir şeydir. Vurdunuz üstünə, setup'ını yüklədiniz. Setup'ı yükləyəndən sonra gəldiniz. Görürsünüz WinRAR. Üstünə 2 dəfə bastıq. Yes, install, OK, done. WinRAR-ınız hazırdır. Ondan sonra da gəlib bunu Kali'ni zipdən WinRAR vasitəsilə çıxarda bilərsiniz. Bax, bu formada eləyə bilərsiniz. Yəni, kefiniz hansını istəyirsə o formada çıxarın, amma mütləq zipdən çıxarın.
Bu belə uşaqlar. İndi gəldik, danışırıq bunun nəyindən? Bunun konfiqurasiya məsələsindən. Uşaqlar, gəlib maşının üstünə keçib, məsələn, karenin üstünə basıb, sağ düyməni basıb da buradan settingsə girə bilərsiniz və yaxud üstünə basıb buradan da settingsə girə bilərsiniz. Bax, belə bir tənzimləmələr hissəsi açılır. Sahib düzəldi orada. Bəli. Aha. Baxın uşaqlar. Bax, burada sistem hissəsi var, görürsünüz? Bax, bu sistem hissəsindən RAM-ı, prosesoru dəyişə bilirsiniz. Normalda Kali'yi 2 RAM götürür. 2048 götürür. Yəni 2 RAM ponlu bəsdirsə. Amma yenə də baxın da, sizdə əgər RAM-ınız yüksəkdirsə, misal üçün 32 RAM varsa, 16 RAM varsa, verin getsin. Yox, 8 RAM-ın varsa sənin, bunun götürüb 6-sını Kali'yə vermə. Çünki 8 RAM-ın 6-sını Kali'yə versən, Kali açıq olduğu müddətcə maksimum 6 RAM-a kimi işlədə bilər deməkdir. Və 6 RAM nə vaxt işlətsə, avtomatik kompüter donacaq. Çünki arxada olan Windowsa RAM qalmır. Tamam mı? Yəni bu bağlı olanda işlətməsə belə, açıq olanda işlədir. Yəni əməliyyat sistemi ikisini də eyni vaxtda açsaz 6 RAM işlədəcək. Ona görə ona uyğun verin. 8 isə 2 idealdır. Yəni çox verməyin. Yox 12, 16, 24, 32 RAM-ın varsa və yaxud da nə bilim 64 RAM-ın varsa, nə istəyirsən ver. Mən 4 RAM verirəm. 4 RAM idealdır hələ ki. Lazım olsa sonra dəyişərəm. Prosesorda da bir dənə CPU-nun üstündə işləyir uşaqlar. Yəni xüsusi bir şeyə ehtiyac yoxdur. İstəsəz CPU-nun core sayını artıra bilərsiniz. Bax görürsünüz burada da bir qırmızı head var da ki, bundan o yana görürsünüz yenə yazır. Invalid settings detected. Verməyin çox. Məndə 48 CPU-dur. Gələm bunu misal üçün verəm. Tak ki 4. Tamam mı? Yəni hardasa 8-də 12-də birini verdim. Tamam. 1 CPU versəz bəs edir uşaq. 2 CPU versəz bəsdir. Çox belə onsuz da bu dəqiqə bizə vacib deyil bu CPU-nu artırmaq və ya da azaltmaq. Sonra lazım olsa artırıb azalda bilərsin. Bir də buradan dəyişə biləcəyiniz hissə uşaqlar network hissəsidir. Network hissəsində çox böyük ehtimalla sizdə NAT-dadır. NAT-dadırsa problem deyil. Şəbəkəyə qoşulur yenə də. Amma və lakin bunu normal qoymaq istəyirsinizsə, sonraki maşınlara da qoşulanda ayrı-ayrı bir şəbəkə üzərində bir laboratoriya kimi qura bilərsiniz deyirsinizsə, ya bunu bridge-ə keçirin, ya bunu NAT network-ə keçirin. Məsləhəti, indi bridge hələ ki çox beyninizi qarışdırmasın, NAT network-ə keçirin. Kali sizin birbaşa Wi-Fi-yə bağlanmır uşaqlar. Wi-Fi-də görmür. Ətrafda olan başqa Wi-Fi-ləri da görməyəcək. Sən konkret hansı Wi-Fi-yə bağlanmışsansa, Kali də sənin kompüteri daxilindəki şəbəkəyə bağlanır və yəni sənin kompüterində internet olmadığı sürəcə Kalidə də internet olmur, sənin kompüterində internet olduğu sürəcə Kalidə də internet olur. Əgər buradan NAT network-ü seçəndə burada name hissəsi not selected yazırsa və siz OK basa bilmirsinizsə, burada network-ü əvvəlcədən seçməmisiniz deməkdir. Onu necə seçirik? Gəlin onu göstərim. Gəlirsiniz file, filedan tools, toolsdan da gəlirsiniz network manager hissəsinə. Girdiniz network manager hissəsinə, keçdiniz buradan NAT-a. NAT-da bu yoxdursa, bu yoxdursa, misal üçün, belədirsə boş. Sizlər olur, bax, gəldim Kaliyə, orada sildim ha. İndi göstərim elə-belə. Görürsün, network-ə gəldim. Görürsün, not selected-dir. Və mən buradan OK-yə basa bilmirəm. Görürsünüz? Bax, sizdə də belə olacaq uşaqlar. Tamam mı? Ona görə mütləq şəkildə discard change. Gəlib buradan file, tool, network manager, create bastınız. NAT gəldi buraya. Düşdü mü? NAT network-ün altına. Kali, settings, network, gəldik burada NAT. Buradan da NAT network düşüb. OK, bastım. Hazır. Bunu eləməyə də bilərsiniz. Gəlib elə buradan uşaqlar, bax, NAT-da da saxlaya bilərsiniz. Çox bu dəqiqə önəmli deyil bizim üçün. NAT qoyun. Keçsin, geçsin. Tamam mı? Çox önəmli deyil. Startı veririk və salam. Kalimiz başlayır. Məndən paylaş, siz də açın. Kalin açılmasında heç kimdə problem olmur. Error zad vermir. Bax uşaqlar, əgər belə bir problem çıxarsa, misal üçün, məndə göstərdi ki, çıxır bu. Kalin açanda, məndə belə bir problem çıxır arada bir. Yəni, hər dəfə demək olar ki, çıxır. Bu problem çox belə abartılacaq bir şey deyil. Belə açılıbsa, açılmadısa, gəlirsiniz bir dənə, maşindən resetə basırsınız. Məsələn, bu bir də reset olur, bir də açılır, hər şey düzəlir.
Yəni buna görə silib təzədən yüklənməyə ehtiyac yoxdur. Bir dənə reset edin, düzələcək. Yenidən başladın, restart edib vəssalam. Sizə soğuq deyil. Xanlar sizə soğuq deyil. Uşaqlar, bax belə bir ekran çıxır qabağımıza və burada gördüyünüz kimi bizdən bir dənə username, bir dənə password istəyir. Bura username ilə password olaraq əvvəlcədən təyin etmədiyimizə görə demək default username ilə passwordu var. O da nədir? Kali. Bəli. Yazırsınız username-a Kali, passwordu eyni şəkildə Kali. Yazdınız, logini bastınız və salam, xeyirli olsun. Bu da sizin Kali Linux'unuz. Bağlayayım, məndə avtomatik açılır. Bu açılmayacaq. Sizdə belə açılacaq uşaqlar. Tamam. Kali Linux'unuz budur və istifadə edə bilərsiniz. Hamı bunu aça bilibsə, indi gəlin mən biraz sizi Kali Linux'la tanış edeyim. Birincisi, gələk burada. Burada gördüyünüz 3 dənə ikon uşaqlar. Bu zibil qabıdır. Həyatınızda sizə lazım olmayacaq məlumatlar burada saxlanılır. Tamam. Windows'da da var. Bu fail sistemidir. Bəli, Tacun. Yükləyə bilmirsən? Yükləyə bilmirsənsə qura bilmirsən. Yükləməmsən bəs evdə. Nə deyir? Güzel görünmüş. Aha. Aha. Get bura. Tacun get bura. Sen girirsen aynı yerde yoktu lazım olan şey. Kali yoktu. Tamam bak buradan. Bəli bura girirsən. Düzdür var. Bak buradan da bu üçü. Vurmuşsan bunu. Tamam budur. Bak bu senin arxivatorun yoktu diye. Yoksa var da bir. Tamam bunlar da. Da girmək olmur bunlara. Bunlara girmək olan şey değil. VirtualBox sanı setup'ı. Bak da anlat. Bak extension pack'i kurmuşsan görsən. VirtualBox'un özünü kurmamışsan ama. Onda gelirsən bak bura. Bura. Bunu yükləmsən. Yükləmişdin? Evet. Bu extension pack bu başka şeydir. Bunu yükləməlisən də VirtualBox sözü budur. Bunu save elə. Bəli, gəl. Səndə nədir problem? Dediğiniz fayları yüklenmiştim. Tamam. Bax, Kali buradadır. Bunu yükləmişsən. Bu okey. Tamam. VirtualBox da budur. Okey, bu da burada. Aha. Bunu birinci bastığın üstüne 2 dəfə. Niyə belə çıxır? Aha, bak gördün böyle bir şey çıktı. Next. I accept. Next. 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 Yes. Next. Install. İşte VirtualBox'u kurdum. Tamam. Ondan sonra bunu zipten çıkartmak lazımdır. Geçen WinRAR var sende. WinRAR'la çıkartabilirsin. Extract file edilsen. Tamam. Şu OK bassan. Download'da çıkartacak o papka kimi. Tamam. Görüp kurtardı. Bu yüklensin kurtarsın VirtualBox'ın hazırdır. VirtualBox'ın içine sonra extension pack'i bayaq gösterdim. Tools ləminə hara girmək lazım. Onu yükləyib. Ondan sonra Kali'nin içine girib bu göy olan var. Axırı nöqtə V, B, O, X yazılır. Bax burada görürsən V, B, O, X yazılacaq. Üstüne iki də bassan düşecək. Belə. İşte. Geniş. Bu da sen Kali. VirtualBox. Tamam. Şuralar. Davam eləyək. Bax burada görürsünüz file sistem. File sistem nədir? Linux əməliyyat sistemində, Linux'da bizdə bütün papkaların, bütün faylların ən başı, yəni ən başlanğıcı, hansı ki ondan əvvəl uca yoxdur, file sistemi uşaqlar. Bax siz bura girəndə Linux olan bütün faylların ən başına gedirsiniz. Ən əvvəlinə gedirsiniz, tamam mı? Bax bu papkadan əvvəl uca qayıtmaq olmur. Bütün papkalar buradan başlayır. Bunun şərti işarəsi slash'dır. Terminalda buna slash yazarak girebilirsiniz. Bak, bin, boot, bunlar hamısı sistem için lazım olan əsas fayllardır ki, hansı ki siz istifadə edəcəyik. Biz bunlar haqqında növbəti dərslərdə danışacağıq, içine girəcəyik, baxacağıq bunlardan. Tamam? Yəni burada birbaşa fayl sistemindən girə bilərsiniz. Sonra burada home var. Hansı user'la girmisənsə, onun home directory'sidir. Eyni şeyler uşaqlar. Bak burada şeyler eyni formada. Bunu silin buradan. Windows'da da var.
Tamam, yəni sizin üçün bu çətin bir şey deyil. Desktop, document, download, videos, bunlar bildiğiniz Windows'da da var. Hal-hazırda biz Kali user ilə girmişik deyə Kali'nin burada fayllarıdır. Buradan girib Kali'nin desktopuna baxa bilərsən. Nəsə varsa əgər. Sonra qalxdıq ən yuxarı. Burada bax Kali'nin simvolu olan bir şey var. Üstünə basanda belə proqramlar açılır. Bax bu budur. Windows'dakı bax bu push işarəsidir. Burada necə proqramlar varsa fayllara girə bilirsənsə, eyni şəkildə buradan da proqramlara girə bilirsən. Bütün proqramlar bu formada kateqoriyalara bölünüb. Misal üçün, reverse engineering üçün hansı proqramlar varsa olar, sniffing üçün hansı proqramlar varsa olar, web application analiz üçün hansı proqramlar varsa olar və belə bölünür. Tamam. Gel buradan seçib istəsəniz də istifadə edə bilərsiniz. İndi biz bir çoxundan bunların istifadə edəcəyik. Bu isə çox da önəmli bir hissə deyil uşaqlar. Minimize eləmək üçün. Bu ekranda olanları yığışdırır, gətirir. Windows'da da var eyni şey. Bax vurdunuz, yığışdırdı, açdı, yığışdırdı, açdı. Bax budur. Tamam. Bu isə bir qısa yoldur bu da. Avtomatik papka yaratmaq, papka açmaq, nə bilim, folder yaratmaq, folder açmaq və s. Və yaxud da Home-dakı papkaları birbaşa buradan keçmək istəyirsinizsə, direkt buradan istifadə edə bilərsiniz. Var burada ağ üstündə qırmızı bir dənə ruçka işarəsi olan bir şey. Bu da adından da görsün nədir? Text editor. Yəni ki, Windows'da olan notepad. Burada ona deyilir mousepad. Tamam mı? Bunun adı mousepad. Girirsiniz burada, yazırsınız yazılarınızı, notlarınızı, Ctrl S eləyib save edirsiniz hardasa bir yerə bir TXT faylı kimi. Tamam. Yəni bu bildiğiniz notepaddir. Burada başqa bir xüsusi bir şey yoxdur. Ki bu arada da görürsünüz, mən hamısı qrafiki göstərim hal-hazırda. Yəni Linux ancaq command line deyil, qrafik interface də var. Bu isə üstündə tülkü olan Firefox deyilən browserdir uşaqlar. Bizdə default browserimiz üstündə gələn internetdə axtarış etmək üçün elə bir Google'umuz Firefox'dur. Biz Firefox'dan istifadə edirik. Tamam. Ha belə Google yükləyə bilərəmmi desəniz, şefim bilər. Nə istəyirsən yüklə. Amma yəni ehtiyac yoxdur da, yəni bu var. Lazım olanda buradan da yazıb Zaur Qasımov haqqında məlumatlarını əldə edə bilərsən. Tamam. Firefox yaxşıdırmı yoxsa Brave, nəyə görə? İkisini də istifadə edə bilərsiniz. Belə security cəhətdən deyirsənsə, ikisinin də müəyyən qədər security'si var. Tamam, amma Brave məncə daha yaxşıdır. Skriptləri zədə bloklayıb, bu bloklamır avtomat. Yəni oldu. Nəysə uşaqlar, siz bildiniz də, yəni daha bir də buranın axtarışını eləmirəm. Biraz istənilən bir şey yazıb Google'da axtara bilərsiniz bu formada. Tamam, gelib tapacaq, çıxardacaq. Da mən IP doğrulamaq istəyir, neysə. Bax bu bizim Firefox'umuz. Biz bundan istifadə edəcəyik. Bağladıq. Sonra və buradakı əsas hissə bu dörd bucaqdır. Qara dörd bucaq. Bu nədir? Bu uşaqlar terminaldır. Linux'da 95% istifadə edəcəyim şey budur. Üstünə bastırırsınız avtomatik Kali user adına bir dənə terminal açır sizə. Bax yəqin ki sizdə belə kiçik görünür. Balaca bir şey görünür burada. Bunu Ctrl Shift Plus'u basaraq bax belə. Böyüdə Ctrl minus'u da basaraq kiçildə bilərsiniz. Ürəyiniz istədiyi qədər. Böyüdə və yaxud da kiçildə bilərsiniz. Hə yox, əgər deyirsə ki, mən hər dəfə belə böyütmək, kiçilmək istəmirəm. Mən istəyirəm bir dəfə girən kimi elə böyük də qalsın, elə gəlsin, olar mı eləmək? O da olar. Necə olur? Buradan fayla girirsiniz. Buradan preference'e girirsiniz. Gəlirsiniz bura. Və burada görürsünüz font var. Məndə hal-hazırda fontu 24'dür. Ona görə böyük açılmışdı. Tamam mı? Siz gəlib buradan change eləyə bilərsiniz bu fontunu, nə bilim 15, 20, 25, 30 nə qədər istəsəniz. Ona görə böyüyüb kiçildəcək. Tamam? İstəsəz bunu da dəyişə bilərsiniz. Ki misal üçün mənim yazılarım bu yazda yox, bu yazda yazsın. OK bastıq. Apply bastıq. OK bastıq. Artıq istədiyin formada, bu formada yazıların yazır. Hə istəsən temasını da dəyişə bilərsən. Gələrsən preference'a, buradan color schema var. Kali dark eləyərsən, misal üçün hacker kimi özünü hiss eləmək istəyirsənsə, green on black apply vurarsan, OK basarsan və artıq sən Pentagonu hackləyə biləcək bir hackersən. Tamam mı? Bu formada da eləyə bilərsən. Kimin xoşuna nə gəlir eləsin. Yox deyirsən ki, gözlərim mənim çıxsın. Onda gəlib buradan uşaqlar qəşəng bir dənə bax bunu da qoya bilərsiniz. Bu formada istifadə edə bilərsiniz. Yox deyirsinizsə ki, mən sadəlik sevirəm. Elə o da kim qalsın. Tamam, bu formadan keyfiniz hansını istəyirsə, onu da istifadə edə bilərsiniz. Davam edək. Sonra burada olan 1 2 3 4 nədir uşaqlar?
Burada olan 1, 2, 3, 4 ekranlardır. Yəni necə ki fiziki monitorlar olur, birində başqa şey görsən, birində başqa şey görsən. Bu da elə bil onun oxşar bir şeydir. Nə yalan deyim, mən istifadə eləmirəm uşaqlar. Mənim üçün çox belə maraqlı gəlmir. Yəni işimə də belə müsbəti yoxdur. Amma istifadə edən uşaqlar görmüşəm. Yəni bu başqa ekrandır. Elə bil burada işi gördün, biraz bunu sildim. Burada işi gördün. Tutaq ki, başqa ekrana keçirsən, orada da başqa iş görürsən. Sonra keçirsən, qayıdıb başqa ekrana, orada da başqa işlər görürsən. Amma bunun üçündür. Baxın da bəlkə kimisi işinə yarayar, istifadə edər. Sağ tərəfə gəlsək. Sağ tərəfdə bu belə analizə oxşayan gedən şey, uşaqlar, bizim task managerimizdir. Üstünə baxsınız, eyni şey Windows'da da var. Burada CPU-nun işlənməsini göstərir ki, CPU neçə faiz hal-hazırda istifadə edir. CPU çox istifadə edəndə bu qalxır, buradan görə bilirsiniz, tamam? Hansı proqramın nə qədər RAM, nə qədər CPU istifadə edildiyini bax buradan görə filtrləyə bilirsiniz uşaqlar, tamam? Və belə, buradan görürsünüz. Sonra bağlayım, yəni buradan belə görəcəksiniz. Nə vaxt ki bunu gördünüz, göm-göydür, hələ dibinə kimi dirənibdir. Bu o deməkdir ki, sizin hal-hazırda istifadə etdiyiniz hər hansı bir proses maksimum CPU-nu istifadə edir. Tamam? Yəni brute force deyəndə maksimum qalxır yuxarı. Burada olan bu uşaqlar Ethernet portuna oxşayan elə Ethernetdir, yəni internetdir. Göz hal-hazırda nə ətrafda Wi-Fi-ları, nə milliseki, nə Invicta zadı heç birini görənmirik. Bu normaldır, çünki bura nə yazılıb? Wired connection. Wired connection tərcüməsi nədir? Kabeli bağlama. Bəli, hal-hazırda özünü kabeli bağlantı kimi aparır. Ancaq sənin, belə deyək də, öz internetinə gələnləri görür. Sən əgər USB Wi-Fi adaptör istifadə edəsən, onda burada ətrafda Wi-Fi-ləri da görə bilərsən. Tamam, biz də gələcəkdə istifadə edəndə görəcəyik. Amma hələ ki, sanki bir kabelli bağlantıymış kimi qoşulmuşuq öz kompüterimizin internetinə. Əgər sizdə belə olsa və siz bunu aça bilmirsinizsə, bu deməkdir ki, internet yoxdur sizdə. Yəni belə bozdursa, bu deməkdir ki, internetiniz yoxdur. Ya o bayaq seçdiyiniz NAT network, NAT, bridge, bunlar düzgün işləmir. Ya da buradan disable olunur. Sağ düyməni basıb baxa bilərsiniz. Enable networking belə quşlu deyilsə, belədirsə, bu formada. Ona görə işləməyəcək. Gördürdünüz. Gəldiniz burada yandırdınız və salam. Bu səsdir, bu bildirişlərdir, bu zaryadkadır, bu saatdir, bu ekranı kilit ekranına atmaqdır. Yəni harasa durub gedirsiniz, atırsınız kilit ekranına ki, heç kim sənin menyundan istifadə edəməsin. Və yaxud da buradan üstünə basıb 5 dənə option verir sənə. Logout, atır sənə giriş ekranına. Restart, Kali Linux'u söndürür, Kali Linux'u tezəldən yandırır. Shutdown, Kali Linux'u prosto söndürür. Switch user, logout'un eyni şeydir. Atır sənə giriş ekranına. Suspend isə səni nə söndürmür, nə yandırmır, dondurur. Yəni sən onu nə sönülü hesab edə bilməsən, nə donulur. Yəni girib settings'i dəyişəmirsən, heç nə deyəmirsən. Yəni mənasız bir option əslində. Yəni indi hansını istifadə etmək istəyirsiniz, eləyərsiniz. Mən çox vaxt heç bunlardan istifadə eləmirəm. Lazımdırsa Kalini söndürmək, gəlin buradan basıram. Burada çox vaxt ilk dəfəsi save maşın olur. Bunu atırsınız power off-a, OK basırsınız və salam, maşınınız bağlanır. Lazım onda da gəlib oradan açırsınız. Tamam. Yəni keyfiniz hansını istəyirsə söndürüb yandıra bilərsiniz. Bu bizim Kali ilə uşaqlar ilkin tanışdığımız. Bax, Kali ən təməlində bu ekranda gördüyünüz şeylərdən ibarətdir. Gələk indi terminal uşaqlar. Bax, terminalımızda gördüyünüz kimi hal-hazırda bura nə yazılıb? Kali user və biz giriş edəndə də Kali user kimi giriş edirik. Kali Linux'da bir dəqiqə uşaqlar. Kali'də bizim default olaraq 2 dənə user'ımız olur. Kali user'ı və root user'ı. Tamam. Bunlardan hansının imtiyazlı olduğunu bilirsiniz. Daha privileged-lidir. Root user'dır. Ayso. Bax, uşaqlar biz Kali user'ı kimi çox az və limitli şeyləri. Baxıram. Kali user'ı kimi çox az və limitli şeylər eləyə bilirik uşaqlar. Hətta öz sistemimizi nə güncəlləmək, nə sistem parametrlərini dəyişmək, bunların heç birini Kali user kimi eləyə bilmirik. Tamam? Çünki Kali adi user'dır. Sistemin admin user'ı deyil. Bizə yaxşı olar ki internet öğretiyor sen.
Hə, sizə lazımdır ki, uşaqlar, siz mütləq şəkildə root olasınız ki, öz sisteminizi özünüz tənzimləyə bilərsiniz, update-lər eləyə bilərsiniz və yaxud da digər o sistem privilege təmin eləyəcək şeylərin hamısını istifadə edə bilərsiniz. Tamam? Bunun üçün mütləq şəkildə əgər root lazımsa, root user'ına keçməlisiniz. Uşaqlar, bax, göstərim sizə nümunə kimi. Mən gəlib buraya yazanda ki, bax, apt update. Belə bir komand yazıram. Bu komandın nə olduğunu bilirsiniz? Güncəlləmə. Sistemi güncəlləmək üçün. Tamam. Bəli, mən öz sistemi güncəlləmək, daha güncəl, daha update olmuş bir şeydən istifadə etmək istəyirəm. Enter vuran ki, mənə error çıxardır. Nə yazıbdır? Bəli, icazən yoxdur deyirsən. Yəni öz sistemimi özüm belə güncəlləyə bilmirəm kali ilə. Bunu eləmək üçün mütləq şəkildə bütün komandların başına sudo yazmalıyam. Sudo apt update. Sudo super user do deməkdir. Yəni super istifadəçi kimi eləmək daha imtiyazlı. İndi burada rootun adından, yəni administrator adından birbaşa eləməyə kömək edir. Enter basanda sudo'nu bu terminalda ilk dəfə də istifadə edirəm deyə məndən password istəyir. Kimin passwordu? Kali'nin passwordu nədir? Kali. Bax, indi yazıram bura Kali. K-A-L-I. Fikir verirsiniz ki, yazılmır. Linux'un elə özəlliyi ilə budur ki, yazılan passwordda görünmür. Yəni elə düşünməyin ki, yazmır. Və yaxud da klaviaturazda problem var. Prosto yazılır, görünmür. Enter bastım. Həsən, bax, indi görürsünüz, update başladı. Hər dəfə sudo yazmamaq üçün və yaxud da fayllara belə qrafiki də girəndə sənə qoymur, onun içində nəsə yazasan. Tamam mı? Mütləq gəlin bunu keçirək root user'ına. Tamam mı? Ctrl-C eləyib bunun prosesi, gedən prosesi anında dayandırmaq istəyirsinizsə, Ctrl-C basırsınız, avtomatik terminal dayandırır. Nə gedirsin? Tamam. Windows'da Ctrl-C başqa şey üçün istifadə olunur. Kopyalamaq üçün. Yapışdırmaq nədir? Ctrl-V. Burada kopyalamaq və yapışdırmaq uşaqlar. Ctrl-Shift-C, Ctrl-Shift-V-dir. Misal üçün, mən bunu götürdüm və Ctrl-C edirəm. Altda terminallar bağlanır, yanır, bağlanır, yanır. İndi Ctrl-Shift-C kopyaladım. Gəldim burada Ctrl-V edirəm, yapışdırmır. Ctrl-Shift-V elədim, yapışdırdı. Ctrl-Shift-V bu forma. Tamam. Aha, keçək indi root user'ına. Nə edirik? Root'un passwordunu resetləyirik və istifadə edirik. Yazırıq bura sudo passwd root. Bu nə demək uşaqlar? Passwd passwordu dəyişmək üçün olan bir komanddır. Deyirsən ki, get root'un passwordunu dəyiş. Başına sudo yazılır, çünki normalda bunu işlətməyə bizim yetkimiz yoxdur. Root'un adına. Enter. Məndən yeni password istəyir. Nə password istəyirsən qoy getsin. 1, 2, 3, 4 qoydum misal üçün. Enter. 1, 2, 3, 4 qoydum. Yəni enter. Məsələn. Password update successful. Məsələn, qutardı. Siz hal-hazırda root user'ın passwordunu resetlədiniz və artıq gedib root user'ı kimi giriş edə bilərsiniz. Bunu edəndən sonra qayıdırsınız bura. Buradan gəlirsiniz. Log out və yaxud da switch user. Log out elədik. Atdı bizi giriş ekranına. İndən sonra artıq siz sistemə girəndə username kimi root, password kimi də nəyi təyin eləmişsinizsə ondan gələcəksiniz. 1, 2, 3, 4. Login. Məsləhətdir ki, belə eləyin. Öz sisteminizi root kimi istifadə edin ki, hər şeyi rahatlıqla eləyə bilərsiniz. Bax, artıq görürsünüz, terminal açılanda bizdə kim açılıb? Root kimi açılıb. Tamam mı? Bir də adi userlarda fikir versəniz, bax, burada dollar olur. Sistem userlarında, yəni root userında burada diyez olur uşaqlar. Tamam mı? Burada heç nə yazılmasa belə siz diyezdən tuta bilərsiniz ki, siz hal-hazırda root user'ısınız. Çünki adi userlarda bu olur. Dollar. Okay? Bu formada. Artıq biz gəlib update'i rahat formada eləyə bilərik. apt update yazdım. Heç bir permission denied zad vermədi. Əgər internetin varsa qoşulacaq və update eləməyə başlayacaq. İndi eləmirəm. Bunu saxlayıram.
Hə uşaqlar. Bax, bu şəkildə artıq biz rus kimi indən sonra davam edə bilərik. İndi nədən danışaq? Bu burada qalsın. Gəlin burada bir dənə mən dərsimizi açam. Və buradan bəzi sizə deməli olduğum bəzi şeylər var ki, onlardan da danışım uşaqlar. Deməli, nədir məsələ? Uşaqlar, bax burada mən bir dənə şey yazmışam. Shell və kernel anlayışı. Tamam mı? Gəlin birinci bundan danışaq. Ki görəsən shell nədir, kernel nədir? Birincisi shell və kernelin nə olduğunu bilən var aranızda. Shell'in nə olduğunu bilən var aranızda. İngiliscə də tərcüməyə bəli elə gedir. Bəs belə terminoloji olaraq bizim işlətdiyimiz şeydə nədir? Bəli. Kernelin istifadəçi arasında vasitəçi. Bəs kernel nədir? Hər əməliyyat sisteminin kernel olurmu uşaqlar? Olur. Olur bəli. Yaxşı, nə iş görür? Kernel nüvədir deməyəcəm. Kernel işi nədir bilən var aranızda? Yoxdur. Helpdesk bilgisi yoxdur. Yaxşı. Gəlin onu izah edeyim uşaqlar. Demək, bax Linux'da biz bir terminal açmışıq, düzdürmü? Bax bu terminalın açmağımızın səbəbi terminal əslində bizə shell açmaq üçün var. Tamam? Bu terminal açılmalı ki, bax burada shell gəlsin. Bax bu ya gəlib, bax biz hansı komandlar yaza bilirik ya. Bax bu shelldir. Shell bəli, istifadəçi ilə kernel arasındakı bir interfeysdir. O istifadəçiyə kömək edir ki, istifadəçi müəyyən komandalar verərək kerneli idarə edə bilsin və kerneldə müəyyən prosesləri həyata keçirə bilsin. Biz komandamızı yazırıq shell vasitəsilə. Shell onu ötürür kernelə, kerneldə icra olunur, komandın çıxdısı götürülür, tezərdən shelldə bizə göstərilir. Tamam mı? Yaxşı, bəs kernel nədir versək? Kernel uşaqlar, kompüterin əsas özəyidir və bu iş nə edir? Kernel əsasən gedir, kompüterin aparat təminatını, hardwaresini idarə etmək üçün nəzərdə tutulur. Tamam mı? Yəni bir növ sənin kernelin olmasa, sənin elə bir kompüteri, əməliyyat sistemi beyni yoxdur deməkdir. Tamam mı? Yəni bir növ mərkəzi idarə etmə orqanı olan bir şey yoxdur deməkdir əməliyyat sistemində. Kernel bütün o hardware-ni zadı idarə etmək üçün istifadə olunan bir sistemdir. Və o da əslində yazılmış bir proqramdır özlüyündə. Yəni bir fiziki aparat deyil. Bildiyiniz proqramdır, tamam mı? Və onun da bir versiyası var. Onu da hər dəfə update edirlər, onu da hər dəfə güncəlləyirlər, onda da hər dəfə boşluqlar çıxa bilir, kod boşluqları, tamam mı? Və bizim Linux'umuzun özündə kerneli var. Və biz əgər Linux'umuzun hansı kernel istifadə edildiyini bilmək istəyiriksə, belə bir şey yaza bilərik. İndi yazaq, birazdan komandın nə olduğunu deyəcəm. Uname -r. Daha doğrusu -r yazaq. Bax burada görürsünüz, bu hal-hazırda bizim kernelimizin bir növ release'idir, buraxılışıdır ki 6.8.11 AMD 64. Tamam. Başqa, sizdə başqa cür ola bilər. Sizdə nədir? Eynidir. Sizdə biraz update olunmuş olmalı. Hə. Kalidə yazılıb. Kalidə yazılıb, sonra AMD. 6.17.10. 6 nəmdə yazılmış. Hələ də bir fərqli versiya olmalıdır. Əgər fərqli versiyaları yüklənmişsinizsə. Ha, okey. Okey, ola bilər uşaqlar. Yəni hamıda eyni olmaq məcburiyyətində deyil. Məndə köhnədir 2024-dür. Sizdə 2026-da yüklənmişsiniz. Ona görə yəni, versiyalar dəyişə bilər, adlar dəyişə bilər. Tamam mı? Yəni məndə bu versiyadır, sizdə tam başqa bir versiyadır. Okey? Hə, bu şəkildə öyrənə bilərsiniz. Bu bizim kernelimizin versiyasıdır. Bax biz gələcəkdə bu kernelin bu versiyasında və ya da buna bənzər başqa versiyalarında hansı boşluqlar olduğunu tapıb, hətta elə bir al olacaqdır ki, adi user'dan birbaşa root olacaq heç nə eləmədən hədəf sistemdə. Sırf kerneldə boşluq olduğuna görə. Tamam? Onu öz məqsədlərimiz üçün istifadə etdiyimiz hallar olacaq. Okey mi? İndi bunu qoyaq qırağa. Yaxşı, bildik kernel budur. Kerneldə belə baxdıq. Bəs hal-hazırda istifadə etdiyimiz shell-ə baxa bilirikmi? Bəli, uşaqlar. Ümumiyyətlə Linux'da ən çox istifadə olunan, Linux əməliyyat sistemində ən çox istifadə olunan shell bash shell-idir. Tamam mı? Ən geniş yayılmışı bash shell-dir. Bash shell-dən əlavə Z shell-də var, Steve shell-də var, SH yazılır. Tamam mı? T shell var, P shell var və ən qədər fərqli shell-lər var. Bu shell-lərin command line-ı, yəni içində olan komandlar aşağı-yuxarı eyni. 80-90% eyni komandlar başqa-başqa shell-lərlə. Bash'də olan komandlar Z shell-də də var. Z shell-də olan komandlar Steve shell-də də var. Yəni birini istifadə edə bilirsə, hamısını istifadə edə biləcəksiniz. Bəzi qıraqda bucaqda qalan komandlar var ki, birində var, o birində yoxdur. Tamam? Bizim Kalidə istifadə etdiyimiz shell isə uşaqlar bash shell-i deyil. Nədir? Gəlin ona baxaq. Bunun üçün echo yazıram.
dollar yazıram, shell yazıram. Tamam mı? Echo verdiğin şeyi bash scripting bilen var arazda. Programlaşma dili bilen var mı? Ne bilirsən? C1 abi. C bilirsən. Uşaqlar, baba Linux'un terminalının yaxşı özəlliyi odur ki, Linux'un terminalı bash scriptingi dəstəkləyir. Yəni bash'da yazılmış kodu, bash dilində yazılmış kodu götür, at bura burada dişləyəcək. Bu terminalda da işlədə bilərsən. İndi bash scriptingdə və digər dillərdə də var bu. PHP'də zaten da var. Echo deyə bir belə deyək, nə var? Bir funksiya var. Echo funksiyası nə edir? Echo funksiyası qarşına verdiyin şeyi və yaxud da onun dəyərini ekrana print eləmək üçün, çap eləmək üçün. Dollar shell. Dollar ona görə yazılır ki, bash scriptingdə hər hansısa bir dəyişkən olanda, misal üçün, zaur bərabərdir salam deyə bir dəyişkən təyin eləmsən, zaur dəyişkəndir salamın dəyəri. O zaur dəyişkənini çağırmaq istəsən, onu dollarla çağırırsan. Tamam mı? Dəyişkənləri çağırmaq üçün. Mən də buna deyirəm ki, get sistemdə olan, gömülü olan, sistemin içində gələn shell dəyişkəninin dəyərini ekrana çıxart. Bunu çıxartsam, hansı shell istifadə edədiyimi görəcəm. Mən hansı shell istifadə edirəm? Z shell istifadə edirəm. Tamam mı? Linux'da, Kali Kali user'ı root user'ı da əsasən Z shell istifadə edirlər. Bunu dəyişmək olar mı? Olar uşaqlar. Prosto hər gün görməmişik, sistemdə bir fayl var, user'ların olduğu fayl. O fayldan girib bu Z shell'i bash shell də eləyə bilərsiniz, Steve shell də eləyə bilərsiniz. Kefiniz nə istəsə, onu da eləyə bilərsiniz. Belə keçmək istəsəz, S-ı yazıb enter basmağınız kifayətdir. Siz uje keçdiniz Steve shell'ə. Və burada komandlar Steve shell'in komandlarıdır. Okay? Exit edib də enter vursaz, qayıtdınız, təzədən düşdünüz Z shell'ə. Tamam. Qaldı ki, bu dollar shell uşaqlar. Bu dollar shell dediyimiz şey sistemdə olan ətraf mühit dəyişkənidir. Yəni sistemin özündə olur. Və dollar shell'dən əlavə başqa ətraf mühit dəyişkənləri də var. Onlara da baxmaq istəyirsə, İngiliscə ətraf mühit nədir? Environment. Environment'in də qısadılmış uşaqlar env-dır. Env yazırsınız, enter vurursunuz, sənin hal-hazırda user'ında olan, user'ın nə qədər ətraf mühit dəyişkənləri var, hamısını göstərir. Bax, old PWD, XDG, nə bilim, session, sənin o rənglərin terminalacaq, hamısı buradadır. Bax, user, term, SSH, nə bilim, nə, shell, bax, burada bayaq kidir, PWD, indi bəlkə bəziləriniz bilirsiniz PWD nə olduğunu. Bilən var PWD. Linux komandı bilən. Nədir PWD? Cariq olduğu göstərir. Və işlədiyin hardasansa orada olduğu göstərir. Məsələn, o da burada saxlanılır. Bax, bunları göstərir. Tamam. Yəni, env yazıb bunlara daha baxa bilərsiniz. Nəysə, bunlardan sonra danışarıq. Bax, bu şəkildə uşaqlar, shell-lə kernelin fərqini aydınlaşdırdıq mı? Okay. Dediyim kimi, bax, bu Z shell-dir, F shell-dir, T shell-dir, bash-dir, nə bilim, o birisidir, bu birisidir. Bunlar hamısı shell-in növləridir. Tamam mı? Bir də var. Gəl, bir də vara keçməyim. Yəni, sizə belə bir sual verim uşaqlar. Bir cümlə deyəcəm. O cümlənin mənasını başa düşənlər əlini qaldırsın. Görək, bilirlər, bilmirəm. Tazunur bilər. Səhər qoşulub. Emil də səhər qoşulub deyirsən. Yoxsa yox qoşulub. Kim bilsə, Tazunurdan başqa əlini qaldıra bilər. Bizə gəl. Uşaqlar, bax, belə bir terminoloji bir söz, bir cümlə deyirəmsə, kiber dilində. Görün, neçəniz başa düşürsünüz. Demək, oturumuzu təsəvvür edin, junior olaraq hər hansı bir şirkətdə pentestersizlər. Birdən rəhbəri içəri girir ki, bəs bizim uşaqlar maraqlı bir situasiya tapıb pentest elədiyimiz, misal üçün deyək, Kapital Bankda. Bəs sənin xəbərin varmı, Ayəli? Bizim Elşən gedib Kapital Bankda reverse shell alıb, sonra privilege escalation eləyib. Görüb ki, lateral movement eləmək olur. Lateral movement eləyib, yenə privilege escalation eləyib. Oradan da məlum olubdur ki, pivoting də eləmək olur. Elşən dalınca da pivoting eləyibdir. Baxıbdır ki, yenə privilege escalation eləmək olur, yenə privilege escalation eləyibdir. Sən görürsənmi? Get Elşənə kömək elə. Elşən deyir ki, bəs bilirəm harada var. Adın deyəcək, sən də elə. Burada artıq məsələ ortaya çıxır görüm. Siz mən dediyimin neçə faizini anladınız? Nəsə eləyir orada? Qurcalar. Kim? Savadlı olmuş. Kim mən dediyimi tam başa düşdü?
Tam deməlisən, burası privilege escalation deyəndə onu deyir ki, hansı bir şeydə ona root dozası lazımdır. Onun da privilege escalation ilə alandır həmin şey. Ümumiyyətlə mən deyim sözlərin nə olduğunu anladınız siz? Söz olarak anladınız nə dedimsə? Yaxşı. Uşaqlar, bax bunu deməyimin səbəbi nədir? Bunu bu dəqiqə bilməməyiniz tam normaldır. Çünki keçməmişəm bilmirsiniz və heç vaxt da görməmisiniz. Əgər görməmisinizsə. Amma siz bilməlisiniz ki, sizə iş mühitində heç kim gəlib low leveldən, yəni ən aşağı səviyyədən, ona mən pomidor xiyar məntiqi deyirəm. Pomidor xiyar məntiqini heç kim heç nə izah eləyəsi deyil. Belə bir simasın dədəsinə də borcu yoxdur kimisə. Tamam mı? Ona lazım olan şey odur ki, sən bu işə gəlmirsən, sən də bilib gəlməlisən qardaşım. Mən team lead olaraq, senior, nə bilim, pentester olaraq, application security mütəxəssisi olaraq, niyə gəlim sənə oturum bir də hər şey izah edeyim, qardaş? Hə, bilmirsən, gəlmə də, işləmə. Get biləni gətirsin, mən dərdimi izah edə bilim, tamam? Ona görə terminologiya mütləq hakim olmalısınız. Danışanda da terminologiyadan istifadə etməlisiniz. Müsahibələrdə də eyni şey keçərli. Müsahibələrdə də siz əgər Liboy bir müsahibə, fərqi yox, gedirsinizsə, o sahənin terminologiyasını danışanda daha profesional görsənirsiniz. Olmasaz belə. Tamam. Bir var şeydir, zaddır, oradan da şey eləyirəm, oradan sonra zad eləyirəm, sonra onu eləyirəm, bunu eləyirəm deyib, qalxıram, oluram, nə bilim, admin user zad deməkdənsə, belə terminoloji ardıcılığı ilə desəniz, terminoloji uyğunluğu ilə desəniz, siz onların gözündə canavar kimi görürsünüz. İndi gəldik buna. Uşaqlar, bax burada xüsusən team leadlər və yaxud da şöbə rəhbərləri biraz da ingiliscə danışan cool qardaşlar olduqlarına görə və ya xanımlar olduğuna görə ortaya bir 2-3 dənə ingiliscə söz atırlar. Calayırlar onlara, heç nə anlamırsınız. Nə danışdı? Sual da verə bilməzsiniz. Və yaxud da bir dəfə verərsiniz sual. Yəni eyni şeyi izah eləyər. İkinci dəfə üzünüz gəlməz ki, indi tupoydum. Vermirsiniz və elə də qalırsınız. Tamam, ona görə nə etməlisiniz vaxtında hər şeydən xəbəriniz olmalı. Uşaqlar, bax dediyim sözləri yazıram bura. Bax, mən birinci nə dedim? Dedim ki, Eyşan gedib Kapital Bankdan reverse shell alıb. Burada sizə tanış söz var. Shell. Shell bir əlaqə, bir bağlantıdır ki, komandlarımızı yazıq. Tamam? Reverse shell alıb. Sonra dedim ki, gedib sistemdə privilege escalation edib. Privilege escalation. Tamam mı? Privilege escalation edib. Sonra dedim ki, görüb ki, lateral movement eləmək olur. Lateral movement eləmək olur. Tamam mı? Gedib lateral movement eləyib. Daha sonra görüb ki, yenə privesk eləmək olur. Privesk yazıram. Da qısalılmışıdır. Sonra baxıb ki, pivoting də eləmək olur. Gedib pivoting eləyib. Və yenədən sonra privesk eləyib. Neçə dənə sistemi sizcə ələ keçirib? Bütün sistemi. Bütün sistem. 3 dənə sistemi minimum ələ keçirib uşaqlar. Tamam mı? Əgər bu ardıcılıqla bir-bir gedibsə, 3 dənə sistemi ələ keçirib. Bunu 3 dəfə privesk eləməyindən də bilmiş ola bilərsiniz. Tamam mı? Amma ola bilər ki, eyni sistemdə 2 dəfə də privesk eləmiş ola bilər. Tamam. İndi gəlin mən izah edeyim uşaqlar. Demək, biz shell'i bildik, shell'in tiplərini də bildik. Shell'in qurulmasına görə də ən sadə 2 yerə bölə bilərik. Reverse shell, bir də bind shell. Tamam mı? Bu shell'in bağlanmasına görədir. Bu bir hücum deyil, amma hücumda da yenə də bundan istifadə olunur. Bax, təsəvvür edin ki, gəlin belə izah edeyim sizə. Şey aydın olsun sizə. Bir hacker var, bir hədəf var. Tamam mı? Hacker olsun A, hədəf olsun B. Və burada kimin kimə bağlanmasından danışacağım və orada biləcəksiniz ki, reverse shell nədir, bind shell nədir. Aha, baxın. Bax, təsəvvür edin, bir dənə A cihazı var. Bu hacker olsun. Bir dənə də B cihazı var. Bu da hədəf olsun. Əgər A cihazı B cihazına tutaq ki, deyirəm, bir backdoor atıbdır. Və burada bu backdoorun geri bağlantı quracağı bir port var ki, özünün həmən öz IP-sində, həmən portu, virtual bir port. Onu dinləyir görə, məsələn, 1, 2, 3, 4 portu. Bu porta hardan bağlantı gələcək? Və hədəf gəlib ona tıklayır 2 dəfə, avtomatik olaraq hədəfdən bunun IP-sinin həmən portuna bir bağlantı gedir və hədəf gəlib hacker'a qoşulmuş olur. Tamam. Burada tərsinə bağlantı deyilmiş bir bağlantı qurulur. Buna reverse shell deyirlər uşaqlar. Tamam. Hədəf gəldi, hacker'a bağlandı. Sağ ol. Yox, əgər bunun tərsi prosesi olarsa, yəni ki, hacker hədəfə müəyyən bir açıq portu var IP-sində və hacker gedib ora bağlanmağa çalışır və hacker istəyə ataraq ora bağlanır.
Yenə də burada shell açılır, amma yenə də B-nin shelli A-da açılır. Tamam mı? Yəni yenə də hacker hədəfi hackləmiş olur. Amma bu dəfə özü bağlanır. Hackerin gedib hədəfə bağlandığı, hədəfdən shell əldə elədiyi prosesə bind shell deyirlər. Hədəfin gəlib hacker'a bağlandığı və yenə də hackerin hədəfin shellini əldə elədiyi prosesə reverse shell, yəni tərsinə shell deyirlər uşaqlar. Yəni ki, Eyşən elə bir şey deyibdir ki, avtomatik sistemlə geri bağlantı alıb və sistemə özünə qoşub. Və hal-hazırda girib Kapital Bankın içindədir, hər hansı bir server. Daha sonra görüb ki, privilege escalation eləmək olur. Privilege nədir? Səlahiyyət. Escalation nədir? Eskalator nə edir? Yüksəldir də, düzdürmü? Escalation da yüksəldilməsi deməkdir. Səlahiyyətini yüksəldir. Yəni ki, Eyşən sistemdə az səlahiyyəti olan bir user idi. Bayaq bizim elədiyimiz kimi, tutaq ki, Kali idi. Adi bir Eyşən adında bir user idi. Oldu admin user, root user olub. Gedib, privilege escalation edib və yaxud da root olmayıb, özündən daha yüksək səlahiyyətli biri olub və o maşını ələ keçirib. Daha sonra görübdür ki, bu maşından şəbəkədəki başqa maşınlara da keçmək olur. Bu yayılıb yanay olaraq. Lateral movement, yəni yanay hərəkət etmək. Bax, ona deyirlər. Şəbəkədə bir maşından başqa maşınlara, başqa serverlərə keçmə prosesi lateral movementdir. Və Eyşən bu maşını bu serverə ekləyib. Buradan keçib ikinci serverə. İkinci serverdə Eyşən. Orada da demək adi user olubmuş ki, orada da privesk eləyib, orada da səlahiyyətini qaldırıb. Sonra görüb ki, hacklədiyi bu maşından başqa şəbəkədəyə maşına keçmək olur. Eyni şəbəkədə yox, A şəbəkəsindən B şəbəkəsinə keçir. Və Eyşən orada pivoting edib, bu maşın üzərindən keçib A şəbəkəsindən B şəbəkəsində cihaza, kapitan şəbəkəsindən çıxıb ona qonşu olan, amma onunla əlaqə olan başqa bir şəbəkəyə girib, oradakı maşının içindədir. Və orada da adi user olduğuna görə yenə privilege escalation onu da ələ keçirib. Və beləliklə 2 dənə eyni maşını, 2 dənə eyni şəbəkədə maşını, bir dənə də başqa şəbəkədə maşını Eyşən ələ keçiribmiş. Bax, mən bunu sizə bu şəkildə izah eləməkdənsə, gəlib reverse shell aldım, privesk elədim, onu elədim, bunu elədim deyib bir dəqiqəyə qutara bilirəm. Tamam? Terminologiyanın əslində gücü odur. Bir çox prosesi çox rahat formada imkan verir ki, sən həm izah edə bilərsən, həm başa düşə bilərsən. Aydındır? Müəllim, Bəli, bəli. burada lateral movement vertikallı ya horizontaldı, privilege escalation'da onlardan da. Yox. Ve Privesk bir user'dan başqa user'a keçməkdir. Yəni A user'ından B user'ına. Sən eyni səlahiyyətləri keçirsənsə, sən dediyin kimidir. Yəni horizontal və yaxud da vertikal olmalı. Amma bir maşından başqa bir maşına keçirsənsə, bir kompüterdən başqa kompüterə, o privesk adlanmır, o lateral movement. Onun horizontalı, vertikalı yoxdur. bildim. Oldu. Bəli, bəli. Biz test edəndə şəbəkəni deyirik. Şəbəkəni də eləyə bilir, bəli. Bəs bizim ora aksesimiz yoxdur. Verirlər akses. Yəni bu infrastruktur pentesi gedir, infrastruktur pentesi gedib infrastrukturun içində oturub eləyirsən. Ya akses çöldən almalısan nəsə bir yolla, ya da ki, onlar sənə minimum privilege'li bir dənə user verirlər ki, başla eləmək. Ya 30'durla bir dənə işçinin kompüterində, ya da özləri ayırır. Bəli. Hətta məsələn, sən gəlmişsən, desən ki, salam bilək pentesterəm, bəs Millisec'dən gəlmişəm, tutaq ki, atıram Yellow Bank'ı pentester eləməyə, tamam mı? Yellow Bank deyir ki, hə, lap gözəl, gəlmişsən, yaxşı eləmişsən, sizin üçün orada kompüter ayrılıbdır. Və ya da sizin üçün şəbəkə ayrılıbdır, əlavə test üçün. Alın, götürün bu şəbəkəni və başlayın pentest eləməyə, tamam mı? Sən götürsən kabeli, qoşursan öz kompüteri və başladın öz kompüterindən pentest eləməyə. Tamam. Sən də desə ki, misal üçün, mən qoşma sistem infrastrukturu, Active Directory orada. Hər user'ın öz username, password olur. Deyirlər ki, alın, bu da sizin üçün ayrılmış, pentest üçün ayrılmış username, password. Alın, bunu da verib başlayın, nə edirsə edin. Ondan sonra sən özün baxırsan, skan edirsən, kompüterlər tapırsan, serverlər tapırsan, orada hackləmək olur mu, olmur mu, onlara baxırsan, hacklədin, içəri girdin, nə eləmək olur, oradan başqa haralara keçmək olur, onların hamısını özün baxırsan. Çöldən şəbəkəyə əsasən çox vaxtı ya şəbəkədə problem olmalıdır, yaxından girməli, ya webdən içəri girirlər. Və webdən girmək olur. Webdən infrastruktur daxilinə girmək olur. Sonra onu yaylı getmək olur. Xüsusən bu hücumları uşaqlar belə içəridə qalmaqdır, yayılmaqdır, tamam mı? Qalıcılığı təmin etmək, daim olmaq. Bunu APT dediyimiz Advanced Persistent Threat dediyimiz qruplar və APT hücumları zamanı bunlar baş verir ki, hansı ki onlar sistemdə girib, hə, götürdüm, çıxdım eləmirlər. Onlar girirlər, qalırlar və yayılmağa çalışırlar ki, uzun müddət sistemdə qala bilsinlər. Ona görə daha advanced hücumlar sayılır olan elədiyi hücumlar.
Aydın mı? Bu terminolojiyanı zaten biz privilege escalation, obrisini, bursunu hamısını eləyəcəyik praktik olaraq. Amma ilkin nəzəri olaraq bir bilməyimiz yaxşı olar. Çünki mən zaman reverse şənlərdir, bind şənlər deyəndə siz onu bilməyiniz mənim üçün də rahatçılıqdır ki, mən anlaya bilirəm ki, başa düşürəm ki, mən dediyimi anlayırsınız. Nəinki hər dəfə izah eləmək. Okay? O belə. Hə, nə dedim? Hə, bu terminologiyalar. Dediyim kimi, shellin qurulmasının da belə bu formada ən azı 2 dənə növü var uşaqlar. İndi keçək qısa yollara. Başlayaq komandlarımıza və işlətməyə. Uşaqlar, terminalda yazmaq üçün, xüsusən də sürətli yazmaq üçün bizim bəzi qısa yollarımız var. Mən indi sizə burada qısa yolları yazmışam. Bilmirəm, buna baxmısınız yoxsa yox, heç qurcalamısınızmı ki, görək burada nə var, nə yox, keçən dərsdən etibarən. Burada bəzi qısa yollar var. Şərt deyil ki, bu qısa yolların hamısını biləsiniz. Məcbur da deyilsiniz. Əzbərləməyə də ehtiyacınız yoxdur. Çünki mən burada Azərbaycan dil ədəbiyyat keçmirəm. Tamam. Siz nə etməlisiniz? Baxmalısınız bunlara, anlamalısınız, istifadə etməlisiniz. Əgər düşünürsünüzsə ki, okeydir, bunu mən istifadə edərəm, həqiqətən götürün istifadə edeyim. Görürsünüz ki, yox, mənim üçün maraqsızdır, yəni mən bunu istifadə eləmirəm də, lazım deyil mənə, lazım gəlmədi, eləmə. Amma bəziləri var ki, onları məsəl üçün mən özüm istifadə edirəm, deyəcəm sizə və əlavəsində ChatGPT-dən soruşa bilərsiniz. Misal üçün, bax, Ctrl A olsun. Misal üçün, mən bundan istifadə edirəm. Nədir? Bax, bu görürsünüz, bu terminalda yararsız bir şeydir. Bundan terminalda istifadə etmək olmur uşaqlar. Bax, mən yazıram. Düzdürmü? Yazdım, komandlar yazmışam da. Bunu mən bura qoysam getmir müşqa. Tamam mı? Yəni bu atullar. Bu heç nəyə lazım deyil. Burada ancaq komandlarla, yuxarı sağ ox tuşları ilə hərəkət edə bilərsən. Qoy bunu bağlayım. Misal üçün yazmısan, sən ən başa qayıtmaq istəyirsən. Necə qayıdacaqsan ən başa? Bir-bir belə-belə gedəs deyilsən də və yaxud da Ctrl basıb belə-belə gedəs deyilsən. Ən başa və yaxud da ən sona qayıtmaq istəyirsə Ctrl A, Ctrl Y var. Ctrl Y ən sona atır. Hop, getdi ən sona. Ctrl O ən başa atır. Nəysə yazdıq. Ctrl Y, hop. Hə, ortadakı sözlərə də getmək istəyirsən, onda bu belə gedə bilərsən. Ctrl basıb sola sağa ox tuşlarına gedən söz gedirsən. Ctrl buraxsın və ya hərf gedirsən. Ctrl bastın, söz. Hərf. Və buraxdım, hərf gedir. Və bu şəkildə sola sağa gedə bilərsiniz. Silmək istəyirsiniz. Backspace ilə silirsiniz, düzdürmü? Ctrl bas, yenə backspace. Amma Ctrl, tutaq ki, W, hop, söz silir. Və yaxud da atdınız ən başa, Ctrl K. Vurdunuz, hop, bütün şeyi sildi. Tamam. Yazdınız. Ctrl U. Oradan boyana sildi. Tamam mı? Yazdınız. Bak, burada Ctrl K'nı bassanız heç nə olmur. Çünki Ctrl K özündən soranı silir o şey. Ctrl U özündən kursordan əvvəl nə varsa hər şeyi silir. Hə, bir növ belə bir şey. Bax, gördünüz, sildi getdi. Hə, belə delete özü istifadə olunurmu burada? Eləyə bilərsiniz uşaqlar. Delete basıb belə də silə bilərsiniz. Ctrl basın, daha sürətli silsin. Tamam? Yəni bundan da istifadə edə bilərsiniz bu şəkildə. Ctrl A-dır, Ctrl Y-dir, Ctrl W-dur, Ctrl K-dır, Ctrl U-dur. Bax, bu şəkildə istifadə edə bilərsiniz. Bunlar yazanda eləyəndə sürətli yazmaq, silmək, terminalda hərəkət etmək üçün. Sonra yazdınız. İndi bəzi çıxdılar verib. Tutaq ki, komandı işlətməsinin nəticəsi budur. İndi bu nəticələr sənə lazımdır. Bunları götürüb növbəti komandlarda istifadə edəcəksən. Onda səni lazımdır ki, ekranı təmizləyəsən, amma əvvəlki nəticələr silinməsin. Ctrl limon, yəni L. Vurdunuz, və təmizlər. Bu terminal silmir ha. Sadəcə bir kirli stol idi, oturdum. Kirli stol təmizləmə yerinə sıyırdım belə qırağa. Zibil yanında qalır stolun üstündə. Prosta artıq sənin üçün yaxşı bir iş yeri ayrılıbdır və sən orada işləyə bilirsən. Yuxarı qalxsaz, qalır. Və bu şəkildə ekranı təmizləyə bilərsən. Hə, yox, deyirsiniz ki, mən silmək istəyirəm. Necə silə bilərik? Bilən var? Clear. Təmizləmək. Clear edirsiniz uşaqlar. Clear elədiniz və enter bastınız və sam. Artıq bunun yuxarısı deyə bir şey yoxdur. Tamam. Nəyə qaytarmaq olur? Clear eləyənin nəticəsinin zadına qayıtsın hər bir şey yox. Bir komand daha yazmalısınız. Tamam. Hə, belə eləyə bilərsiniz. Yuxarı ox tuşu ilə əvvəl yazdığınız komandları belə görə bilərsiniz. Amma onun nəticələrini onu görə işlədəsiniz ki, görəsiniz. Tamam. Və bu şəkildə silə bilərsiniz. Sonra ən çox bir nömrəli istifadə etdiyim qısa yol. Tuş. Historin göstərmək üçün history. Bəli. History deyilən bir komand var. Əvvəl yazdığım bütün komandları göstərir. Nəticələr olmuyor. Ancaq komandları göstərir. Tamam mı? Bu şəkildə əvvəl yazdım. Biz
Yeri gələcəkdir sizlə belə sadə komandlar yazıyıq, belə komandlar yazıyıq. Yeri gələcək çox uzun komandlar yazıyıq sizlə, tamam mı? Əməlli başlı uzun-uzun yazdığımız komandlar olacaq sizlə. İndi burada bəziləri yoxdur. Yəni ona görə biz bu dəqiqə bir əlifbanı öyrənirik ki, hansı komandlar var, necə sözləri var, o sözlərdən sonra necə cümlələr qura bilərik. Nə? History. Bu şəkildə eləyə bilərik uşaqlar. Ben hansı bir seçmen aldım o? Hə, misal üçün yazdım. Burada Ctrl azad, misal üçün belə deyirsən. Bəli. Çok yeni olur ya. Belə üstə 2 dəfə basıb eləmək olur. Belə keçə bilirsən. Məsələn, Ctrl A burada yoxdur, misal üçün. Bəlkə də şey olar, shift-lə belə, Çift alındı. Böyle onu yoklar. indi bilmirəm, bəlkə də başqa bir qısa yolu var onun. Onu heç lazım olmayıb, bilmirəm. Bəlkə var, məsələn, baxım. Hamısı seçmeli. Yox, müəyyən bir hissəni seçmək. Mesela shift Windows'da bunda olur. Ola bilsin ki, var bunda bir şey, prosto biz bilmirik. Mən istifadə eləməmişəm elə birindən. Belə halda mən çox vaxt belə seçirəm, belə seçib belə istifadə edirəm, amma belə yəqin ki, olmamış olmaz o. Nə deyirdim? İstifadə edədiyim ən çox istifadə edədiyim buton uşaqları, istifadə edədiyim qısa yol tabdır. Tab düyməsi. Bax, təsəvvür edin ki, belə bir faili var. Sən bu faili oxumaq istəyirsən, düzdürmü? Nə etməlisən? Oxumaq üçün bir komandım var. Ta ki, cat komandı. İlişməyin bura. Nədirsə soruşmayın. Sonra izah edəcəm. Və bunun adını yazmalısınız. Bunun bir var, adını yazarsınız. Will, altdan xət, to win, altdan xət, captive-lə. Ehtiyac yoxdur. Yukarı Ev yazdınız, yox. Tab düyməsini bastınız, hop, tamamladı. bir üstteki. Tab düyməsi. Ki tabını bir üstteki getirirsen. Yox, mümkün nə varsa oxuya biləcək. Tamamlayır onu. Ha. Avtomatik tamamlayır, tamam mı? Vəssalam. Ondan sonra nə istəyirsən elə. Və yaxud da burada bax fidanlar var, düzdürmü? Yazıram feed. Bax. Fi yazdım. Yazamadım. Fi yazdım, tabı bastım, avtomatik fidan tamamladı. İndi 0-1'lər var. 0-1 yazıb nöqtə vurdum. Tab çıxardı ki, nə edeyim? Mesela k yazdım, tab tamamladı. Tab belə də seçə bilirəm. Bax, bu şəkildə də istifadə edə bilirəm. Tamam. Və yaxud da düşünürsünüz ki, ay Allah. ARP ilə bir dənə komand var idi. Nə idi? O ARP sıfıfı idi, sinif idi, sulufu idi. Nə idi? Ay Allah görəsən deyib fikirləşirsinizsə, ARP yazırsınız. Tabı basırsınız. ARP ilə əlaqəli bütün komandları göstərir. Baxırsan, ARP sıfı, tab tamamladı. Tamam. Və bu şəkildə komandları da, faylların adlarını, papkaların adlarını da avtomatik tamamlamaq və sənə sürətli komand yazmağa kömək edən şey tabdır. Mən demək olar ki, bütün komandlarda mütləq tabı basıram hardasa. Mənə elə bir komand yoxdur ki, yazanda tabı basmayayım. Hər düzə əl verdi tab olmayanda düzgün yazamıram bəzən sözü. Tamam, yəni öyrəşmişəm. Ərinirəm bir sözü tam yazmaq, okey? Tab sizin ən yaxşı bir nömrəli istifadə edə biləcəyiniz şeydir. Sonra terminal bağlamaq istəyirsiniz uşaqlar. İki də burada işim qutadı. Ctrl dadaş D vurdunuz və salam, getdi. Tamam. Yeni terminal açmaq istəyirsə, düzdür, bu bir qısa yol deyil, bu bir uzun yoldur J, amma bu da qısa yol. Ctrl Shift Alt T. 4 parmağınızı götürüb basırsınız və açılır. İndi bax da bu səyə daha uzun gəlsə, Ctrl Shift Alt T. Shiftsiz de olur ya. O başqa şeydir. Ctrl Shift Ctrl Alt T. O demək istəyirsən. Ctrl Alt T. Bəlkə də olur, hə, ola bilər. Hə, açıldı. Ctrl Alt T. Ctrl Shift Alt T root terminal açırsınız, hə? Olsun Windows T. Sizdə də açılır. Məndə köhnədə qardaş. Köhnədə qardaş. Məndə açılmır. Şöyle belə Alt T də basa bilərsiniz. Bax Alt T də açır. Ctrl Alt T basın. Nə oldu? Yəni niyə açmadı? Məndə necə bu da açmır. Ben de Ctrl Shift Alt İndi hələ də bir cür açır bunu. Hə, все. Ctrl Alt T də açır. Ctrl Alt Shift T də açır. Ctrl Alt Shift T həmişə root terminal açır. Adi usersansa belə root terminal açmağa çalışacaq. Onun üçün də səndən password soruşacaq ki, password yaz, tamam? Amma belə aça bilərsən. Yox, terminalın yanında tab açmaq istəyirsinizsə, yəni yan-yana tablar. Ctrl Shift T.
Bax bu şəkildə tablar açılır. Görürsünüz yəni bax. Ctrl Shift T, Ctrl Shift T. Bax bu şəkildə tablar açılsa gedə bilərsiniz. Bağlamaq istəsədə Ctrl D, Ctrl D, Ctrl D. Bax bu şəkildə bağlayacaq. Okay? Bu formada aça terminalları, bağlaya terminalı, ürəyin istədiyi şeyləri edə bilərsiniz. Sonra nə var uşaqlar? Sonra məsələn escape T var. Kursordan əvvəlki iki söz dəyişir. Misal yazdığımız bəzi komandlar olur. Tutaq ki mmap. Mmap'in nə olduğunu bilən var? Network var. Port scan üçün skannerdir bir növ. Bəli. Domain IP-ni skan etmək üçün istifadə. Bunun bir də yazılış qaydası var uşaqlar. Bax tutaq ki belə. Bu belə yazılmalıdır. Sən misal üçün deyirəm, sən bunun yerini dəyişik yazmısan. Tamam? Bəli, bəli. Yaza bilirsən? Nəysə yazamadım. Qardaş, mən düyməm niyə basın? Hə, səhv düymə basır. Sən təsəvvür elə ki, belə yazmışsan uşaqlar. Tamam mı? Bunu bir də silib təzəldən yazmaq yerinə bir dənə escape T düyməsini basaraq iki sözü dəyişə bilərsən. Mən arada belə də istifadə edirəm nəyisə səhv yazanda. Amma çox vaxt əlbəttə ki, silib təzəldən yazıram. Amma bax, bununla da silmədən də yaza bilərsən. Escape T, kursordan əvvəlki, yazdınız, escape T, iki dənə söz dəyişir. Yəni yazdınız, escape T, iki dənə söz dəyişdi və bu şəkildə istifadə edə bilərsiniz uşaqlar. Tamam. Bir dənə qaldı. Bir dənəsini deyəsiydim, yadımdan çıxdı. Hə. Bax, Ctrl-C'ni dedim bayaq neyinsə. Neyinir Ctrl-C? Dayandırır. Müəyyən bir gedən prosesi dayandırır. Ctrl-Z də var onun kimi. Misal üçün, APT update elədiniz. Düzdürmü? Bax, Ctrl-C elədim, getmədi, dayandı. APT update elədim, Ctrl-Z elədim, yenə getmədi, dayandı. Amma ön planda. Ctrl-Z ön plandakı prosesi dayandırır, atır arxa plana. Background işləyir proses. Tamam mı? Misal üçün, sən deyirsən ki, update edeyim. Prosta ikinci terminal açmaq istəmirəm də. Update basıb, atırsan Ctrl-Z, все. Silib, davam edirsən. Hə, ekran doldurmasın deyə. Lazımdır qaytarmaq, görmək istəyən ki, nə olur? FG yazırsan, foreground deməkdir. Enter, davam edir. Ctrl-Z eləyəndə həqiqətən dayandırır. Ctrl-C yəni və dayandırır, işləmir. FG, foreground. FG yazırsınız. Əgər arxada 3-4 dənə bir terminalda proses atdınızsa arxaya, onların ID-ləri olur hər dəfə. Bax, görürsünüz, burada misal üçün mən Ctrl-Z elədim. Bax, saxlayaq. Bax, tutaq ki. Update, Ctrl-Z. Gördünüz? Getdi bu. Tamam mı? İndi başqa birində eləsəm, yenə gedəcək. Birinci, ikinci, üçüncü elədiyimə görə ID-lərə bölünür. FG, faiz, 1 yazsanız, ən birinci hansını eləmsiniz o qayıdır. Faiz 2 eləsəz, ikinci olan qayıdır. Faiz 3 eləsəz, üçüncü olan qayıdır. Faiz 2 eləyib 3'ü bastım, 3 yoxdur. Çünki 3 dəfə dalbadala heç nə eləməmişəm də. Faiz 1 eləsəm, 1 var. Enter. Görürüz, birincini qaytardı və bu şəkildə davam edə bilirəm. Tamam. Bu da başqa bir qısa yolumuz. Ctrl-C edib dayandıraq. Şöyle bulardır. Əsas bu qısa yollar mənim sizə deyəcəyim qısa yollardır ki, hansı ki bunları bilin. Belə də ki, girin GPT-yə, mən səhər yazdırdım uşaqlara. Girin yazın ki, Kalidə istifadə edə biləcəyim ən yararlı qısa yolları yaz. Və yaxud da gəlin buraya yazın ki, Linux Shortcuts Enter. Girin internetdən Linux'la əlaqəli ən qədər shortcutlar var. Keyboard shortcut for Linux. Girin bir baxın. Görün nə qədəri var burada. Bizim bildiyimiz, bilmədiyimiz. Hansını istifadə edərsinizsə, bilin, öyrənin, sizin işinizi rahatlaşdıracaq. Tamam. Bu da belə bu formada yazdı bax. Aydın uşaqlar. Qısa yollarda qaranlıq bir şey yoxdur ki. Məsələn, sadə bir şeylərdir yəni. Bunları biraz oyuna qurcalasanız özünüz də tapacaqsınız. Keçək indi komandlarımız uşaqlar. Linux'da məncə ilk öyrənməli olduğunuz komand uşaqlar yardım ala biləcəyiniz komand. Tamam. Help komandları. Linux'da yardım ala bilməyiniz üçün komand uşaqlar mən komandıdır. Komand olaraq məndir. Mən manual deməkdir. Mən yazırsınız. Tutaq ki, mən sizə dedim ki, əli get mmap komandı ilə skan elə. Tamam mı? Əli də mmap komandını görməyib, əliyə mmap komandı göstərməmişəm, amma skan eləmək istəyir. Yazır mən nmap, enter basır. Mmap'in detallı instruksiyası çıxır. Düşür aşağı bir baxır, belə oxuyur, eləyir, necə istifadə etmək lazımdır. İngiliscə yazılır. Optionlar, qabağında onların nə olduğunu və s. belə oxuyur.
Oxuyur, alim olur və nə olur? MMP-in fərz edək ki, istifadə qaydasını öyrənir. Burada referansları, açıqlamaları, hər bir şey verilir. Q-nü basıb çıxır. Yox, Əliyə daha qısa lazımdırsa, mmap yazır. Demək olar ki, hamısının olmur. Ona görə demək olar ki, deyirəm. Bir çox komandın help instruksiyası olur. Help və yaxud -h yazaraq həmən instruksiyanı görə bilirsiniz. Tamam? Yazı saxlayın. Linux'da bir hərfli optionlar 1 tire ilə yazılır. 2 və daha çox hərfli optionlar 3 tire, 2 tire ilə yazılır. Misal üçün, -i, -ip adres, -z, -zaur, -m, -mac. Tamam, bu şəkildə yazılır. İndi help yazaq görək çıxırmı help'i? Enter. Bu da bunun daha qısa ilə bil ki, verilmiş instruksiyası. İndi gərək gerçəklikdə danışaq. Siz bura baxıb, hər hansısa bir komandın istifadə qaydasını tuta bilərsiniz uşaqlar, çətin. Yəni, Əli buna baxıb buradan mmap öyrənəcəksə, halal olsun Əliyə. Yəni, çünki buradan optionları ilə belə göstərir, amma necə, hara yazmalısan, hansı formada denəməlisən, onları göstərmir. Yəni, denəmə yanılma ilə türklər demiş, eləyə bilərsin, bu məntiqsizdir. Ən yaxşı yol nədir uşaqlar? Müəllim deyəndə ki, Əli ged mmap skan elə, Əli gəlir internetə yazır ki, mmap cheat sheet. Bu formada. mmap cheat sheet yazır və mmap'in cheat sheet'i çıxır. Girir mmap'in cheat sheet'inə, baxır bura ki, misal üçün, burada göstərir. Falan option nə iş görür və onun necə yazmaq lazımdırsa. Falan option nə iş görür və necə yazmaq lazımdırsa, hamısını göstərir. Əlin xoşuna gəlmədi. Çıxır, bura girir. Burada aşağıda göstərir. Bir ki, hansı komandlar var. Bir IP-ni skan elə veribdir. IP-ləri skan elə, IP aralığını skan elə, domaini skan elə. Bax, hamısını göstərir. Hətta bunun videosu belə var aşağıda. Tamam. O videolarına belə əli istəsə, bax, buradan açıb baxa bilər. Bu da mı xoşuna gəlmədi? Çıx başqasına. Bax, cheat sheet yazmaq sizə hər şeyin hiylə vərəqlərini çıxardır rahat yolla. Mənim məsləhətim budur ki, AI-dan çox bunlarla istifadə edin. Tamam mı? Niyə? Bir şeyi həm özünüz araşdırarsınız, həm onu görərsiniz, həm də yadınızda qalar. AI hazır verir deyə çox vaxt heç ona diqqət eləmirsiniz. Amma ən yaxşı yolla, ən rahat yolla AI-də yaza bilərsiniz. Yazırsınız ki, mənə mmap'in detallı və praktiki nümunələri ilə izahlı cheat sheetini yaz. Enter. Başlayır izah eləmək. Baxırsan, öyrənirsən, istəsən sualı versən və nə edirsən? İstədiyin bir şey eləyirsən. Amma burada yenə məsələ var uşaqlar. Yəni AI belə rahat verir deyə heç bir komandı belə görməməzdən gəlməyək. Yəni burada yazılan şeyləri mən sizə məsləhət görürəm, həmişə oxuyun. Oxuyun və yadda saxlamağa çalışın ki, ikinci dəfə eyni şey AI-dan soruşmayasınız. Və yaxud dediyim kimi, ümumiyyətlə AI istifadə eləməyin araşdırma zamanı. Yəni baxın da, hansı daha effektivdirsə sizə, yəqin effektivi bu olar, amma mən dediyimi eləsəz. Buradan da bu şəkildə araşdırıb tapa bilərsiniz. İmtahanlar mı lazımdır? EGPT cheat sheet yazırsan, EGPT-də diqqət eləməli olduğun komandlar, mövzular, hamısı çıxır. Gelib baxırsan məsələn, Muhammed Abdullah deyə bir qaqaş yazıbdır, komandlarına kimi də yazıbdır. Ki, bax, bu komandlara diqqət elə, belə komandlar ola bilər, yəni bu topiklərə bax. Tamam, girirsən, baxırsan, yox. Və yaxud da buna, və yaxud da başqa birinə. Girirsən, yazsan OSCP cheat sheet. Bu arada bax, Kali'nin yaradıcısı uşaqlar, OSCP-nin yaradıcısı olan şirkət. Offset. Tamam. Kali Linux'u offset yaradır. Girdiniz bura. Düşürsünüz qaşa. Ona görə bax, oxşar şeylər ikisində də var. Düşürsünüz qaşa mövzularını, zadə belə uzun yazıbdır. Girirsən, baxırsan, oxuyursan, öyrənirsən, CV-lərə diqqət edirsən, ona, buna hamısını qaşa doldurub da bura. Girirsən, baxırsan, öyrənirsən. Yəni bu hiylə vərəqləridir bunlar. Tamam mı? Şparqal kast edir. Bu şəkildə öyrənmək daha məsləhətə uyğundur. Aydındır? Yəni mən burada mənim istifadəsini, bunun komandlarını zadı yazmışam, istəniz baxarsınız. Keçdik. Sizcə bir sistemə biz hackləmişiksə, ilk eləməli olduğumuz şeylər nələrdir? Hackləyib shell gəldi bizə. 60 backdoor'u bir sayta. Gözləyirik ki, görəsən bu backdoor'u kim işlədəcək. Birdən kimsə işləyib dırınq gəldi, qabağımızda shell açıldı. İlk nə eləyərik sizcə? Səlahiyyətdə yoxdur ya. Kim olduğumuza baxarıq. Sonra
Yəni kimi gəldi bu şer bizə? Root mu yox, admin miyik, adi bir user mı ya kimik? Buna baxarıq. Sonra hər şeydən önəmlisi hansı sistemdəyik ona baxmalıyıq. Yəni biz Linux-dayıq mı, Windows-dayıq mı? Uname yazıb baxmalıyıq. Bunun versiyası nədir və bir də ki bu dəqiqə hardayıq ümumiyyətlə? Sistemin harasındayıq? Yəni bu adam backdoor götürüb hara yükləyib? Download-da mı yükləyib? Yoxsa home papkasına mı yükləyib? Hara yükləyib? Onlara baxmalıyıq. Buna baxmaq üçün bizim bəzi komandlarımız var. Misal üçün, sistem haqqında məlumat almaq istəyirsə, uname komandı Linux sistemlərində bizim işimizi görür. Uname yazırıq. Hər şey nə deməkdir ingiliscə? All. All yazırıq hamısını. Tamam mı? Hər bir məlumatı çıxarda biləcəyi qədər. Və yaxud da qısaldılmışı nə olar? Tra. Bəli. Uname tra yazırsınız. Enter və salam. Bu sizə hal-hazırda girdiyiniz əməliyyat sistemi nədirsə, ona bağlı məlumatlar verir. Bax, bu isə əməliyyat sistemin adıdır. Bu isə onun node name-idir. Yəni şəbəkədəki hostunun adıdır ki, şəbəkədə necə görünür. Bu isə kernelinin release, yəni buraxılışıdır. Bu isə kernelinin versiyasıdır. Bu isə kernelinin arxitekturasıdır, əməliyyat sistemi. Yəni bu 64 bitlikdimi, 32 bitlikdimi? Bu hissə isə onun hansı növ əməliyyat sistemi olduğunu, yəni Linux olduğunu sizə göstərir. İstəsəz bunları ayrı-ayrı da çıxarda bilərsiniz. Tamam? Uname tetre help yazsaz, bax burada ayrı-ayrı da çıxartma var. Misal üçün, uname-n hostname-ini, şəbəkənin adını göstərir. Bax, kali. Uname-r kernelin release buraxılışını göstərir. Uname-v kernelin versiyasını göstərir. Bax, bu şəkildə eləyə bilərsiniz. Aydındır? Uname komandı. Tazunur deməsin. Uşaqlar, bu neçə bit deməkdir? 64 yoxsa 32? Yoxsa hər ikisi? 86 Tövbə deyir. 64 deyənlər əlini qaldırsın. Bu 64 bitli arxitekturadır. 32 bitli arxitekturadır deyənlər. Hər ikisidir deyənlər. 64 bitli arxitekturadır uşaqlar. Bax, burada da yazılıb da IM'də 64. Görürsünüz mü? Bayaq da yükləyəndə Kəldə də gördünüz ki 64 yazılıb ora. IM'də 64. Bu 64 x86 nədir bəs? 1986 yılda yaratıldı. Hı. Yaş 32 bit olan necə görünür? 32 yazılır. Yəni x86 kimi qalıbsa, prosto 64 zad yoxdursa, o 32 bit sayılır. Amma 64 varsa orada, o 64 bit uşaqlar, tamam mı? Zaten 32 bit yoxdur. Hamısı 64 bit əməliyyat sistemləri. Bu da eyni şəkildə 64 bitlik prosesoru bunu dəstəkləyir. 64 biti göstərir. Burada da onu veribdir, bax. Ki, prosesoru, zadı, type-ını və digər şeyləri göstərir. Əgər sənin yazdığın şeyin qabağında, misal üçün nə var? Prosesor P yazdım. Onunla əlaqəli bir məlumat yoxsa, bunun prosesor ilə əlaqəli enter vuranda unknown yazılır. Yəni, bax, göstərmir ki, bununla bağlı nə var. Tamam. Uname-a sistem haqqında məlumat almaq üçün qısa bir komand. Bunun qardaşı yolu da var. lsp_xət relac A yenə ol demək. LSP release uşaqlar. Bu da əməliyyat sisteminin buraxılışını göstərir. Bu da önəmlidir. Misal üçün, Linux, Kali Linux'umuz. Neçənci ilin buraxılışıdır? Sizdə nə yazır bunu yazanda? 2025 yoxsa 6? Məndə 2024 uşaqlar. Məndə non-modus yazılır. Düzgün yazmışsan. Bax, bizə bu da lazım ola bilir. Niyə? Çünki əməliyyat sisteminin çıxdığı tarixə baxaraq onun üzərində hansı boşluqların olduğunu da internetdən axtarıb tapa bilərik. Ona görə bu da bizə xüsusən də pentestdə faydalı bir məlumatdır. Yəni ona görə bu komandı bilməyimiz yaxşıdır. Tamam. Yaxşı, bildik hansı əməliyyat sistemidir, hansı buraxılış nədir. Bəs kim olduğumu necə öyrənə bilərəm? Bunun üçün sadəcə ingiliscə sual vermək lazım ki, mən kiməm? Yəni, bəli, who am I yazırsınız. Enter verirsiniz.
Və deyir ki, sən rootsan. Rootu gördünsə xoşbəxtçilikdir. İşiniz bitibdir deməkdir. Çünki sən sistemdə ən səlahiyyətli usersan. Yox, əgər burada root yazılmayıb, Zaur yazılıbdırsa, Əli yazılıb, Vəli yazılıbdırsa, demək sən nə etməlisən? Privilege escalation eləməlisən. Bəli, bəli, bəli. Buna başqa necə baxa bilərsiniz uşaqlar? Bu yazsanız da yenə eyni məlumatı əldə eləmiş olursunuz. Və biraz daha detallı göstərir. Hansı tarixdən etibarən sessiondan başlayıb onu göstərir. Deyə bilərsiniz müəllim bizdə Kari 849-dan etibarən işləyir ki, yox uşaqlar, sadəcə mənim saatim səhvdir, ona görə göstərir. Mənə 9:37 idi. Yəni 1 saat ki, Kari açıqdır, təqribi və bunu göstərir. Başqa necə öyrənə bilərsiniz? W komandı ilə də öyrənə bilərsiniz. Burası W komandı ümumiyyətlə bizim sistemdə olan neçə dənə user shelllər açılıbsa, onların hamısını göstərir. Və daha detallı formada. Tamam mı? Bu formada göstərir. Və görürsünüz, bu hal-hazırda aktiv olandır. Bunlar önce aktiv deyirlər. Danışacağım. User'la yaratmaq düzəldir bunları danışacağım. Tamam mı? Və bu şəkildə uşaqlar görə bilirik. Başqa necə görmək olar? ID komandı ilə. ID yazıb enter vursaz, ID komandı sənin user ID-ni, qrup ID-ni göstərir. O da hər user'ın özünə aid olur. Ha burada nə yazılıbsa olsa. Bir də qruplar. Birdən çox qrupda da üzv ola bilərsən. Orada belə düz gedə bilər 10 dənə qrup. Yəni burada bir dənə root qrupun üzvüyük və sana. Və buradan da görə bilirsiniz ki, siz rootsuz uşaqlar. Tamam mı? Bu şəkildə də öyrənə bilərsiniz. Yaxşı. Kim olduğumuzu da öyrəndik. Bəs harda olduğumuzu necə öyrənək? Bunun üçün də deyirik ki, işlədiyimiz directory-ni, qovluğu çap elə. Print working directory. Bəli, qısıldılmışı pwd. Pwd yazıb enter vurdunuz və hal-hazırda hansı directory-də olduğunuzu görə bilirsiniz. Biz hal-hazırda root papkasının içindəyik. Tamam? Bir dənə qabağa gedərsən, bir dənə arxaya gedərsən, nə bilim, başqa papkaların içinə girərsən, bu dəyişə bilər. Amma hazırda biz buradayıq. Tamam? Asıl. Bu şəkildə. Sonra buralara keçək. Bura kimi izah edeyim, hər şey aydındır sizə. Başa düşmədiysə yoxdur ki. 100%. Keçdi uşaqlar hostname. Şəbəkədə hostlar nədir? Nədir? Yəni. Bax, mənim şəbəkəmdə 40 dənə hostum var, deyirəm sən. Nə deməkdir? Admin var, cihaz var. Bəli. Host uşaqlar şəbəkəyə qoşulan cihazlar deyilir. Tamam? Şəbəkədə hostlar, şəbəkəyə qoşulan cihazlar. Host name-lərdə onda məntiqən nə olar? Cihaz adları. Həmən şəbəkəyə qoşulan cihazların şəbəkədə görünən adlarıdır uşaqlar. Əgər sən şəbəkədə qoşulu olan cihazın adını görənmirsənsə, ki burada biz görə bilirik onu. Bax bu hissədir. Cihazın adı necə görünürsə budur. Bunu dəyişə bilərsiniz ürəyiniz istədiyi formada. Tamam? Burası dəyişməsəz daha məqsədə uyğundur. Bax bunu görmək üçün host name yazırsınız. Deyə bilərsiniz ki, mən nəyimə lazım olsa da görünür də o. Şöyle bəzi şeylər ola bilər ki, misal üçün Steve Shell kimi. Görünməz. Onda host name yazıb bu formada öyrənə bilərsiniz. Tamam? Host name onu göstərir. LSP release dedim, who am I dedim, keçək locate aşağı. Yaxşı, bəs locate komandı nə iş görür? Uşaqlar, təsəvvür edin ki, sistemə girmişsiniz. 5-10 saniyə vaxtınız var. Sizə demişəm ki, gedin içəridə bir dənə gizli fayl var. Adı da ki, gizli fayldır. Onu tapın. Amma demirəm hansı papkanın içindədir. 1000 dənə də papka var, 1000 dənə də içində fayl var. Tapın, içində bir nəsə yazılıbdır da, tamam mı? Gizli fayl adında bir fayl. Gizli.txt. Sizin cəmi 5-6 saniyəniz var ki, onu tapasınız. Bunu necə tapa bilərsiniz? Bunun üçün Linux'da axtarış edə biləcəyiniz, axtarışa kömək edən komandlar var. Misal üçün, locate komandı və find komandı. Bunlar necə istifadə olunur uşaqlar? Bax, locate çox sadədir istifadə qaydası. Locate yazırsınız, axtarmaq istədiyiniz faylı yazırsınız. Misal üçün, password.txt. Bunu yazıb enter'e basırsınız. Sistemdə nə qədər password.txt adında fayllar var, hamısını çıxardır. Enter vurdum. O gördünüz. Deyir ki, rootun içində var. Nə bilim, SSH passwordun içində var. Burada password var, burada var. Yerlərin bir-bir göstərir. Daha sonra sən girib onların içinə baxa bilərsin. Amma və lakin bu belə, bu qədər rahat olsa da birincisi, locate komandı hər sistemdə olmur. İkincisi, locate komandı sistemdən axtarmır, öz database-indən axtarır. Yəni, sən elə ola bilər ki, yeni yaratdığın fayl onun database-ində olmaz. Ona görə burada axtarında çıxmaz. Və sənin yanında bilər.
Nümunəsini də göstərim. İndi password eləmişəm. Bir dənə nano, ya da bura çox ilişməyin. Touch zaur.txt yaratdım. Bax, hal-hazırda biz zaur.txt olduğunu görürük gözümüzdən, düzdürmü? İndi bax yazam locate zaur.txt. Göz çıxartmadı işte. Faktiki zaur.txt oradaydı, mən görürdüm. Niyə çıxartmadı? Çünki onun database'ində bu yoxdur uşaqlar. Tamam. Amma mən də önce database-ni update eləsəm, o bunu da əlavə edəcək öz database-nə, ondan çıxardacaq. Bəs necə update edirəm? Update db.plojate yazırsınız. Enter basırsınız. Locate, plocate komandını belə deyək, güncəlləyir. İndi komandı təkrarını eləsək. Locate zaur.txt. Enter. Görürsünüz, çıxardır. Və locate'in mənfisi budur. İkinci mənfisi dediyim kimi hər sistemdə olmur, amma belə çox rahat istifadə qaydası. Bəs find necə istifadə olunur uşaqlar? Bax, find'in mənfisi budur ki, find zaur.txt yazıb enter vuranda və yaxud da ki, qoy zaur yazmayayım. Password.txt yazıb enter vuranda bu bir dənə hal-hazırda olduğum papkanın içinə baxır. Görüm orada password.txt var yoxsa yox. Varsa çıxardır. Yəni başqa papkaların içinə baxmır. Option direct sistemdən axtarmır. Belə yazanda. Amma çox detallı axtarışa kömək edən komanddır. Locate-dən fərqli olaraq find-dən faylın ölçüsünə görə, faylın kimə aid olduğuna görə, faylın içindəki sözə görə, faylın icazələrinə görə, faylın adına görə, yəni hansı formada istəsən, faylı axtara bilirsən. Sən deyə bilərsən ki, get password.txt-ni çıxart, hansı ki ölçüsü 1 MB-dan yuxarıdır. Locate-də bunu deyəmirsən. Tamam? Yəni daha esnek türklər demiş. Axtarışa find komandı yaxşıdır. Bəs normal axtarışı necədir? Find yazdırsa mütləq finddən sonra hardan, hansı papkadan başlayaraq axtarsın onu yazmalısınız. Sistemin ən başından demək istəyirsinizsə slash yazırsınız. Çünki sistemin ən başı budur, bundan baş yoxdur. Hansı adda da deyirsinizsə name yazırsınız. Misal üçün password.txt. Bu uca gedəcək sırf password.txt adında olanları axtar. Solunda sağında nəsə varsa onları çıxartmayacaq. Enter vurdum. Gedir o sistemə baxır və burada bir dənə password.txt olduğunu tapır. Siz gəlib bunu dırnaqçığa alsanız və bunun soluna və sağına ulduzlar qoysanız, bu demək ki, solunda nə olur olsun, sağında nə olur olsun fərqi yoxdur. İçində ümumiyyətlə password.txt olsun. Əgər belə eləsəz, bu deməkdir ki, başlığı nə olur olsun, axırı password.txt ilə bitsin. Əgər belə eləsəz, bu deməkdir ki, başlığı password.txt olsun, sonu nə olur olsun. Tamam mı? İndi biz bunu yazırıq ki, prosto password.txt istəyir başında, sonunda hardası bir yerdə olsun. Enter. Başlayalım, getdi bax, çıxartdı bütün password.txt. Bu sistem üzərindən axtarış edir. Bir-bir papkalara baxır və çıxardır. Permission deny burada verməyin də səbəbi uşaqlar hal-hazırda çıxarılan bu iki dənə fayl korrupt olub, yəni bunlar pozulub, ona görə bunların icazəsi görmək olmur deyə bunlara permission deny çıxır. Yoxsa root user bütün papkalara girə bilir, bütün faylları editləyə bilir. Yəni sizdə şey olmasın ki, niyə bu permission deny verir? Və bu şəkildə. Aydındır? Və bu formada sistemdə də axtarış eləyə bilirsiniz. Sonra başqa sizə deyəcəyim. Burada 4 dənə komand var. Bu 4 dənə komandın 3-ünü boş verin. Bir dənə komand önəmlidir. Burada da which komandıdır uşaqlar. Uptime sistemin nə qədər açıq olduğunu göstərir, nə qədər müddətdə açıqdır. Date günün hansı tarix olduğunu göstərir. Bu da ki, adi bir sistem istifadə etsə lazım deyil. Kalendar ümumiyyətlə sistemdə default olaraq olmur. Bildiyiniz kalendarı göstərir. Which komandı isə hansı komandı ranlamaq üçün lazım olan faylın, əsas faylın harada olduğunu göstərir. Misal üçün, bax biz mmap deyə bir komand yazırıq, düzdürmü? Mmap yazanda göyərir. Mmap 1 yazanda belə komand olmadığını başa düşür və göyərmir. Yaxşı, bu hardan bilir ki, belə bir komand var və yaxud da yoxdur. Bax, which yazsaz, bu gedir baxır ki, misal üçün, bu mmap-i ranlamaq üçün lazım olan əsas fayl, bu bilsiniz nədir? Bir uzantıdır. Vurursan, gəlib əsas faylı ranlayır. Haradadır? Mesela, enter vurduq. Mmap-in əsas faylı user'ın içində, birinin içində mmap-dədir. Yəni, sən gəlib bu faylı silsən, mmap deyə bir komand işləməyəcək. Və yaxud da zaur deyə bir komand var məndə. Tamam, hansı ki, mən zaur yazırım, göyərir. Zaur siz yazsanız göyərməyəcək. Tamam, çünki bunu bir komand kimi lazım olan bir yerdə görür.
Ama enter vurdum. Bir salam qardaş. Tamam mı? Yani bak bunun olduğu fail hardadır? User bin zaurda. Mən gedib user içindəki bin papkasının içində zauru silsəm, artıq zaur göyərməyəcək. Tamam mı? Yəni komandların əsas faillərinin harda olduğunu göstərən komand which komandıdır. Web pentest edəndə bu bizim işimizə lazım olacaq, xüsusən də command injection dərslərində. Bu da aydındır. Məsələn, buradan oyan uşaqlar başlayacaq fayl arxitekturasına Linux'dakı. Linux'dakı fayl arxitekturası çox önəmlidir. Müsahibədə sizə sual verilə bilər. Tamam mı? Yəni siz Linux'dan indiyə kimi məşğul olmuşsunuzsa belə 3 dənə 5 dənə komandı bilmək uşaqlar Linux bilmək deyil. Sən əgər Linux'da etc papkasının nə iş gördüyünü bilmirsənsə, orada hansı tip fayllar olduğunu bilmirsənsə, Linux'da komandların harda saxlandığını bilmirsənsə, Linux'da yaratdığın user'lar gəlib hara düşür ola bilmirsənsə, Linux'da passwordlar harda saxlanır bilmirsənsə, Linux'da qruplar harda saxlanır bilmirsənsə, icazələr hardan dəyişmək olur bunlar bilmirsənsə, yalandan özvə 3 dənə cd komandı bilirsən deyə, ls bilirsən deyə, həm huamay nədir bilirsən deyə, mən Linux'u bilirəm deyə bilməzsən. Çünki müsahibəyə mən Linux bilirəm gəlib deyən adama ən basic bunları soruşurlar. Qardaş, Linux istifadə edirsən? Hə. Dinən görüm Linux'da passwordları harda saxla. Sən ona cavab verə bilmirsənsə, yəni orada qırıldı şey. Sən o müsahibəni məğlubu sanır. Sən Linux istifadə edirsən, qardaş, Linux'da icazələri hardan verirsən, tutaq. Hansı failin içindən hansı icazələri verə bilirsən. Linux'da dövrü olaraq bir proses yaratmaq istəyirəm. Necə eləyərəm onu ki, o mütəmadi işləsin öz üçün. Sən yaranmadan. Sən onları bilmirsənsə, sən Linux bilmirsən. Tamam, çünki bunlar ən təməl bir şeylərdir uşaqlar. Bunlar da müəyyən faylların içində, müəyyən qovluqların içindədirlər. Biz ona görə qovluqlara hakim olmalıyıq. Bunları indi biz gələndə sizinlə keçdik. Ki, bin papkası nə edir, dev papkası nə edir, etc nə edir, həm user'lar harda olur, qruplar harda olur, nə bilim, o dövrü bayaq dediyim proseslər olsun, loglar olsun, bunlar harda olur, nə işə yarayır bu papkalar, bunlar haqqında danışacağım. Amma burada yazmışam belə qısa-qısa ki, hər papka nə iş görür, əsas papkalardan. Bura baxsanız da yaxşı olar. Belə bir dənə açın buranı. Gedin, belə deyək də. Ən başa gedin. Ən başda belə papkalar var da, sistemin başıdır bu. Screenshotunu alın, atın GPT-dən ki, mənə bütün bir-bir bu papkaların nə iş gördüyünü de. Hansı sistem üçün önəmli olan müsahibəyə mənə sual verə biləcək qovluqlar var de. O desin, içində olan fayllar desin, otur bax, analiz elə, tamam mı? Elə o eşq qıraqda bucaqda mən də bilmədiyim, sizin də heç var eşitmədiyiniz, başqasının görmədiyi fayllar deyə bilər ki, hansı onlar önəmli fayllardır, yadıma düşməz demərəm. Onları da indidən öyrənsəz yaxşı olar. Yenə də mən gələn dərs bunlardan danışdım. Və buradan ayandakı komandları biz gələn dərs öyrənəcəksiniz. Tamam. Gələn dərs bu slayd qutarır. Bu slayd qutarandan sonra dərsin axırına yaxın biz başlayacağıq Trayekmi platformasından bir lab işləməyi sizlə. Tamam mı? Və mən artıq bundan sonra sizə ev tapşırıqları verəcəm və bundan sonra full praktiki dərslərimiz olacağına görə siz praktiki dərslərə də gəlməlisiniz. Bu mentorlar ilk praktiki dərsi təyin ediblər sabah üçün saat 2-də. Tamam mı? Kimlər gələ bilsə gəlsin, iştirak eləsin. Çünki praktikalara gəlməmək uşaqlar mənfi yazılmağı deməkdir əlavə olaraq. Siz buradan ancaq o halda azad ola bilərsiniz ki, o mənfidən. Əlavə özünüz boş vaxtlarınız olduqca mütəmadi praktikalara gəlirsiniz. Burada məşğul olursunuz. Misal üçün, Elşəndir, Sunaydır, sonra kimsə var idi. Sən, sonra kim var idi? Sən də gəlmişdin, bəx. Hə. Bu yoldaşlar mən görmüşəm bir-iki dəfə ki, dərsdən biraz tez gəlirlər və orada burada oturub nəsə eləyirlər. İndi bilmirəm, praktik mi eləyirlər, yoxsa prosta elə oturub istirahət mi eləyirlər? Hə, nə eləyirlərsə, yəni belə yoldaşları görəndə mən də deyirəm ki, bu yoldaşlar gəlirlər dərsdən əvvəl praktik elə, dərsdən sonra praktik elə, başqa gündə gəlirlər. Praktik elə, bu adamlara mənfi yazmayın. Və onda mənfi yazılmırsa, amma praktikalara gəlmirsən, özün də əlavə boş vaxtın olanda gəlmirsənsə, hə, onda mənfi yazdır. Bilmirəm. 2-də deyil. 2-də sual cavab, 4-də də praktika. İndi baxın da gəlin, 2-3 saat, 3-4 saat olur. Belə də zaten səhərdən axşama kimi gələ bilirsiniz. Uca bizdə gecələr qalma söhbəti yoxdur. Tamam mı? Xala gəldi bizim başımıza oynaşdı, uşağa görə çıxdı getdi. Ona görə daha gecə qalma söhbəti yoxdur uşaqlar. Maksimum 12-yə kimi aktiv olur kurs. 12-dən sonra hamı öz evin eşiyinə saat 7-də, 8-də durub gələrsiniz, tamam? Daha boş-boşuna, yəni bunu eləyən uşağın özü oldu, nə qaraq? Uşağın adına siz də getdiniz, əgər qalasıydınızsa, dayından sonra qalmaq olmayacaq. Nə yaxşı idi? Valla insan özü yaxşı olmalıdır. İnsan bir düşünməlidir ki, mən gecə saat 3-də, 4-də açmışam kolonkanı, lamponcu mahnıya qulaq asıramsa,
yuxarıda da yaşayış varsa, ya bu problem yarada bilər. Yəni sən bunu düşünə biləcək dərrakədə adam deyilsənsə, sən gecə qalmağı yaramır sənə. Tamam? Belə, bu öz yerində uşaqlar. Trayekmidən danışım sizə. Demək uşaqlar, bax biz Trayekmi platforması bilmirəm, girən varmı, istifadə edən olubmu, lab işləyən olubmu? Kiber təhlükəsizlikdə bacarıqlarınızı praktik eləmək və yeni şeylər öyrənmək üçün bir çox platformalar var. Onlardan biri Trayekmidir, Hackthebox var, Hackvisor var, Vulnhub var və s. Biz əsasən kurs boyu Trayekmidən və Trayekmi üzərində lablardan istifadə edəcəyimizə görə. Bax, bu akkaunt mənim akkauntumdur uşaqlar, bunu atıblar. Yəni, mənim akkaunt deyəndə ümumi uşaqlara verdiyim akkauntdur, tələbələrin istifadə elədiyi. 2023-dən bu yana artıq 3 il istifadə olunan akkauntdur bu, hansı ki premium akkauntdur. Orada premium, Trayekmidə 2 cür akkaunt var uşaqlar, adi və premium. Premium akkauntlarda pullu lablar var, müxtəlif kontentli olan, hansı ki maraqlı kontentlər. Əgər sənin premium akkauntun yoxsa, o lablara girə bilmirsən, o lablara işləyə bilmirsən. Bizə şərtdir ki, premium akkauntumuz olsun. Çünki Syllabus boyunca da, server pentest deyəndə də, lablar işləyəndə də premium lablar işləyəcəyik. Və biz premium lablar işləyəndə, sən əgər özə premium almamısansa, sən lablar işləyənməyəcəksən. Hə, işləyə bilərsən, mən öz premium akkauntumu vermişəm, eləyə bilərsən, amma nəzərdə saxlayın ki, bu akkaunt sizdən başqa bir 300-400 nəfərdə də var. Və onlar da eyni paraleldə girmə, eyni labı işləyə bilərlər. Və belə olanda nə olur? Sən məsələn labı işlədiyin yerdə bir də gəlib görürsən kimsə labı söndürdü. Sən labı işlədiyin yerdə bir də görürsən bütün cavablar yazıla getdi. Və yaxud da nə bilim, hər cür şey ola bilər də. Kimsə gəldi bağladı, VPN-i söndürdü və s. Belə hallar çox tez olur. Mənim özümə də dərs keçəndə olur, eləyirlər uşaqlar. Yəni ona görə məşaqçılıq törədirik bir-birimizə belə olanda. Çalışmaq lazım, premium alaq. Premium akkauntu indi bugün deyirəm. Bunların özlərində uşaqlar premium akkaunt aylığı, bir dəqiqə. Aylığı, əgər aylıq olaraq alırsınızsa 17 dollardır. İllik olaraq alsanız bir dəfəlik 8 dollara düşür. Hindlilərdən alsanız bunların aylığı elə 6-7 dollara düşür, tamam mı? Ofişə aylıq alsanız və hətta 3 aylıq, 6 aylıq alanda daha ucuz düşür. Bunu çalışın, buradan almayın, buradan olsa da baha düşür. Hindlilərdən ala bilərsiniz, belə bizdə uşaqlar da var satanlar. Onlar da elə gəlib Hindlilərdən alıb satırlar. Kimsə Telegram kanallarında belə search eləyə bilirsə, axtarsın. Bunu ucuz qiyməti 3 dollara, 4 dollara, 5 dollara satan hindlilər olur. Aylıq, 3 aylıq, 5 aylıq, 10 aylıq, indi baxın da hansı aylıq alırsınızsa, 1 illik, sizə hansı sərf edirsə onu alın. Maraqlanın qiymətləri ilə. Yəni qiymətləri gəh qaldırırlar, gəh salırlar. Bitcoin hesabı varsa kimdəsə ödəniş edə bilirsə, toplaşın. Məsələn 20 nəfər, bir nəfər 20 nəfər alsın. 20 nəfərin də pulunu atsın bunun kartına, o da Bitcoin-dən ödəsin, ona vəssalam. Tamam, daha ucuza gəlib çıxır. Belə yox, özünüz əziyyətə vermək istəmirsiniz, 1-2 manat bahasına burada uşaqlar da satır. Studentə yazın, amma bazar açmayın da orada. Bazar açmayın orada. Yazın ki, kimsə Trayekminin voucher'ı varsa və ya satırsa, mənə şəxsidən yazsın. Tamam, oranı bazara döndərməyin. Şəxsidən yazsın sizə, istəyən alar, baxar qiymət. Gedin, yəni bazar araşdırması edin. Ən ucuz qiyməti kim verirsə, kimin qiymət və keyfiyyəti yüksəksə ondan alın. Amma çalışın gələn dərsə, maksimum o biri dərsi kimi premiumları əldə edin ki, biz premium lab işləyəndə, bax gələn dərs lab işləyib o biri dərsə mən sizə premium verəcəm. O da ki premium olmayanda işləmək olmur. Yəni premiumu ən ucuz bu platformadır. Hackthebox'un premiumu çox bahadır. Yəni nəyə görə hindlilər satır deyə ucuzdur da, yəni hindlərdən ucuz almaq olur. O bilənin premiumu çox bahadır və əldə eləmək olmur deyə belə çətinlik yarada bilər. Amma bunu həm ucuzdur, həm hindlilər daha ucuza satır. Ona görədir. Məsələn, mən özüm də hindlilərdən almışam. 12 aylıq müddətində 1 illik akkauntu var. Bir dəfə bir alıb vurmuşam, çünki bilirəm istifadə edəcəm yəni. O vaxt alanda mən vapşı düzüydü. Mən 1 illiyini 50 manadaydı, 55 manadaydı, yoxsa 60 manadaydı, neçəyə saldım. Bu dəqiqə 1 illik neçəyədir xanım? Bilmirsən? Hə? Nə bilim, kim satırsa da, hə. Qalxmış olar qiymətləri. Yəni bunları Instagramda vallahi 70 manata da vardı belə. Instagramda paylaşırlar 70-76 manata. Hə, indi bahalaşıb da mən elə bir 6-7 ay əvvəl almışdım. Yəni o da əldə olmayan kimi bahalaşdırırlar qiyməti uşağa. Gedin deyin ki, Orada götür. toplu alıram deyəndə ucuza verirlər. Bir var 1 dənə alasan, bir var 10 dənə alasan birdən. Onda məsələn 8 manatsa 7 manat eləyir. Deyirsəniz ki, biraz da ağlasanız ki, kasıb tələbə ilə pulum yoxdur. Onda da bir 1 manat, 2 manat da oradan qırarlar. Aylığın daha ucuz almış olarsınız. 3 aylıq, 6 aylıq birdən alsanız zaten aylığı ucuza düşür. Belə səhv eləmirəmsə indi aylığın 14 manata zada satırlar. Yəni 3 aylığın, 5 aylığın 30 manata zada alarsınız. 6 ay 30 manatdır. Yəni 5 manata düşür aylıq. Kim satır?
Yəni ümumi studiyas qrupuna yazın. Amma zəhmət olmasa bir nəfər yazsın, iki nəfər yazsın, maraqlansın. Hə, indi nədirsə də maraqlanarsınız da baxın. Ən ucuzunu tapan kimsə ucuz alsa deyər, qrupa yazar ki, mən 5 manat aldım, amma studentə yoxdur, öz qrupu zayt. Fevral ümumi qrupuna yazın, çalışın gələn həftəyə, o bir həftəyə kimi həll edin. Uşaqlar, 10 manat, 15 manat, 30 manat. Bu da sizlə düşsə aşağıda Çaykənddə 2 dənə çay içib, bir dənə hərəmdə Sebastian yesə 40 manat tutur. Yəni bu sizə 6 ay kömək edəcək bir şeydir. Yəni öz təhsilinizi yatırım edirsiniz. Gedin indi yatırım edəndə də indi ən bahasını əmin, ən ucuzuna edin də. Gedin görün hansında ucuzsa oradan alın. Tamam? Bu bizə lazım. Belə, başqa da mən sizə deyə biləcəyim sual yoxdur, tapşırıq da yoxdur. Daha doğrusu tapşırıq var. Tapşırıq odur ki, dərsi öyrənirsiniz bir. Dərsi öyrənirsiniz demək, dərsi praktik edirsiniz deməkdir. Mütəmadi məndən mənfi alan uşaqlara növbəti dərslərdən etibarən 2-2 yazacağım mənfiləri. Çalışın özü düzəldin və mənfi almayın. Tamam mı? Bu hamıya aiddir. Sonra, onlayn qoşulan yoxdur sizdən. Bu okeydir, gözəldir, bu xoşuma gəlir. Sağ olun onlayn qoşulmadığınızı görə. Amma onlayn qoşulsanızsa belə, 1-2 dərs ərzində onlayn qoşulsanız, ardınca yenə başlayacağım mənfi yazmağa. Qoşulsanız belə yazacağım mənfi. Tamam mı? Ona görə hamıya xüsusi bir problem olmadığı sözə dərsi gəlsin. Başqa da ki, tracklə həll edin. Bir də slaydı zaten qoymuşam səhv eləmirəmsə. O slayddan sonraki komandalara da baxın, o faiz strukturunu araşdırın, gəlin. Okey? Əssalam. Mənim hər hansı bir sualınız yoxdur ki, dərslə əlaqəli. Təklifiniz yoxdur ki. Qaranlıq qalan bir şey yoxdur ki. İradınız yoxdur ki. Gedə bilərsiniz uşaqlar. Sağ olun müəllim. Sağ ol, görüşürük.